Şəhadət günəşi. İslam inqilabının böyük rəhbəri cənab Ayətullah Seyyid Əli Xameneyinin çıxışlarından seçmələr. Şiəlik, məhəbbət məzhəbi. Şiəlikdə təbliğat məhəbbət və eşq əsasında aparılır. Şiəlik məhəbbət məzhəbidir və məhəbbət şiəliyin özəl xüsusiyyəti. Şiəlik kimi məhəbbətlə əlaqədar olan az məktəb, məslək, din, ayin və təriqət tapmaq olar. Şiəliyin kökü məhəbbət zülalındadır. Təvəlla və təbərra, sevgi və nifrət dinidir. Onda eşq və məhəbbət düşüncə və ağılla uyğun və çiyin-çiyinədir. İman duyğusal bağlılıqla yanaşıdır. Şiələrin etiqad və imanları hərəkət və əməl məqamında lazımi təsiri belə kəsb edir. Həmin qəribə və sehirli xüsusiyyət bütün sərt müxalifətlərə və geniş düşmənçiliklərə rəğmən belə bir məktəbin və təfəkkürün bu günə qədər yaşamasına bais olmuşdur. Əhl-i-Beyt əleyhissalamın məhəbbəti İslam təfəkküründə ən üstün dərəcəli məhəbbətdir və bu fəxr şiələrə məxsusdur. Bu məhəbbətin zirvəsi Həzrət Əbi Əbdillah əleyhissalama hörmət və eşqdə təzahür olunub, Aşura və Kərbəla hadisəsində ən yaxşı Allah adamlarının fədakarlığı macərasında şiə tarixi və mədəniyyəti üçün yadigar qalmışdır. Tarix boyu ruhani və din təbliğatçıları dini həmin hadisənin sayəsində qorumuşlar. İndi də belədir. Əbi Əbdillah əleyhissalamın əza çadırı din təbliğatı məclisi, inancların və ilahi hökmlərin bəyan edildiyi və xalqa mauizə olunduğu yerdir. Təbliğatçılar Məhərrəm və Səfər aylarında xalqın hisslərini dinə və imana sarı yönəldirlər. Hətta Ramazan ayında Allah ziyafəti də Əbi Əbdillah əleyhissalamın məhəbbət çadırında keçirilir. Bu ayın mənəvi bərəkətləri və nuru İmam Hüseyn əleyhissalama təvəssül süfrəsində paylanır. İlin digər günlərində də təbliğat məclisləri və minbərlər hansı adla və hansı bəhanə ilə olsa belə irfan və qəhrəmanlığın bu əzəmətli binası sayəsində qurulur. Əsrlər boyu və son bir neçə əsrdə bizim cəmiyyətimizdə dinə dair bu baxış və bu xatırlatma Hüseyn ibn Əli əleyhissalamın adı ilə bağlı olmuş və müəyyən həddə dini xalqın yaddaşında saxlamışdır. Bu geniş kanal inqilabda işə yaradı. Bizim Aşura hadisəsinə əsaslanan inqilab təfəkkürümüz bütün ölkəyə çəkilmiş bu nizam-intizamlı kanallarla hər yerə yayıldı və xalqı səhnəyə çıxardı. Əgər bizim ölkəmizi bu məsələdə digər müsəlman ölkələri ilə müqayisə etsəniz, İmam Hüseyn əleyhissalamın adının yaşanmadığı yerdə açıq fərqi müşahidə edərsiniz. Bu bizim cəmiyyətimizə özəl xüsusiyyətlər bəxş etmişdir. Tərəf müqabili düzgün bəndəlik yolunda irəliyə aparmaq üçün təbliğat üç yönümdə, mənəvi paklıq üçün moizə, xalqın dini məlumatını artırmaq üçün ilahi bilgiləri izah və müdafiə etmək və dinləyicilərin böyük məqsədlər yolunda hərəkətinin keyfiyyətini artıran örnək təqdim etmək üçün Həzrət Əbi Əbdillah əleyhissalamın dərdli hadisələrini söyləmək və mərsiyələr demək yönümlərində aparılır. Bu baxımdan Əhl-i-Beyt əleyhissalama və özəlliklə İmam Hüseyn əleyhissalama məhəbbət və təvəssül sayəsində təbliğatın davam etməsi nəinki mümkündür, hətta Əbi Əbdillah əleyhissalamın xatirəsi təbliğatın üç əsas təməlindən biridir. Həqiqət budur ki, Hüseyn ibn Əli əleyhissalam dünya müqəddəsləri arasında bir günəş kimi nur saçır. Əgər peyğəmbərlər, övliyalar, imamlar, şəhidlər və salih adamlar ay və ulduzlar kimi olsalar, bu həzrət dünyaya işıq saçan günəş kimi parlayır. Bu böyüklərin arasında da müəyyən göstəricilər var və şübhəsiz Həzrət Əbi Əbdillah əleyhissalam onların ən böyüklərindən biridir. Həqiqətən təkcə bizim kimi kiçik və dəyərsiz insanlar yox, hətta bütün varlıq aləmi, övliyaların, böyüklərin və yaxın mələklərin ruhları da onun nur şüasına möhtacdırlar. Varlığın bizə aydın və tanış olmayan bütün qatlarında Hüseyn ibn Əli əleyhissalamın mübarək nuru günəş kimi parlayır. Əgər insan özünü bu günəşin şüası altına salsa, çox dəyərli bir iş görmüş olar. Məsum imamların hər biri malik olduqları bütün əzəmətə və ilahi nura rəğmən hamını İmam Hüseyn əleyhissalama agah şəkildə təvəssül və diqqət etməyə çağırmışlar. Tarixi baxımdan da bu ad və şəxsiyyət bir tarixi dövr və bir tarix kitabıdır. Əlbəttə sadə və məlumat tarixi mənasında yox, tarixin izahı, təhlili və tarixi həqiqətlərin dərsi mənasında. Hüseyn ibn Əli əleyhissalamın həyatında bütün yamacları öz şüası altında saxlayan parlaq bir zirvə vardır və o Aşuradır.
İmam Hüseyn əleyhissalamın həyatında o qədər hadisələr, mətləblər, tarix və hədislər var ki, əgər Kərbəla hadisəsi olmasaydı da, o həzrətin həyatı digər imamların hər birinin həyatı kimi hikmətlərin, əsərlərin, rəvayətlərin və hədislərin mənbəyi olardı. Lakin Aşura hadisəsi o qədər mühümdür ki, siz o həzrətin həyatındakı digər sahə və əlamətləri az xatırlayırsınız. Aşura hadisəsi də çox əhəmiyyətlidir. Hüseyn ibn Əli əleyhissalam barəsində deyilmişdir ki, səma və səmadakılar, yer və yer üzərində olanlar onun üçün ağlamışlar. Hətta bu dünyaya ayaq qoymamış yer və göy Hüseyn əleyhissalamı ağlamışdır. Məsələ bu qədər əhəmiyyətlidir. Yəni o gün Aşura macərası və tarixdə bənzərsiz olan böyük şəhadət baş verdi. Bu, gözlərin dikildiyi bir məsələ idi. Doğrudan bu necə hadisədir ki, əvvəlcədən təqdir olunmuşdur. Tarix boyu dünyada müxtəlif insanlar qiyam etmiş, müəyyən qruplara başçılıq etmiş, zəhmətlər çəkmiş, nailiyyətlər əldə etmişlər, yaralanmış və öldürülmüşlər. Onların arasında peyğəmbər və imam övladları da az olmamışdır. Lakin Seyyid-ü Şühəda özəl bir fərd, Kərbəla hadisəsi də özünə məxsus bir hadisədir. Kərbəla şəhidlərinin digər şəhidlər arasında bənzərsiz yeri var. Görəsən nə üçün? Bu sualın cavabını hadisənin təbiətində və ruhunda axtarmaq lazımdır. Kərbəla hadisəsi təxminən yarım gündən artıq sürməmişdir. Bir qədər insan şəhid olmuşdur, ya 72 nəfər, ya bir neçə nəfər az və yaxud çox. Dünyada bu qədər şəhid var, amma siz Kərbəla məsələsinin olduqca böyük əzəmət kəsb etdiyini görürsünüz. Doğrusu da budur və hələ bundan da əzəmətlidir. Bu hadisə bəşər vücudunun dərinliklərinə belə təsir göstərmişdir. Bu, hadisənin ruhuna görədir. Hadisənin zahiri çox da böyük deyil. Hər halda kiçik uşaqlar çox yerdə öldürülmüşlər. Halbuki orada yalnız bircə dənə 6 aylıq körpə öldürüldü. Düşmənlər bəzi yerlərdə qətliam törətmiş və yüzlərlə uşaq öldürmüşlər. Burada söhbət fiziki məsələdən getmir, məna və ruh baxımından çox əhəmiyyətlidir. Təbliğatçılar öz ilahi vəzifələrini yerinə yetirmək üçün Hicrətin 61-ci ilində Kərbəlada baş verən Aşura macərasının şəraitini, məqsədlərini və nəticələrini bilsinlər, onun dərs və ibrətlərini ayrı-ayrılıqda çıxarsınlar, bundan sonra tərəf müqabillərinin və müştaq insanların izdihamı qarşısında şəhidlər ağasının və onun yoldaşlarının başına gələn müsibətləri məntiq və emosiya fonunda söyləsinlər. Bu macəranın dərs və ibrətlərini yada salsınlar. Bu, ümumi cəmaat arasında müsibətli hadisəni söyləmək adlandırılan vəzifədir. Aşura hadisəsinin baş verdiyi şərait. Hüseyn ibn Əli əleyhissalam Allahın son elçisi olan Həzrət Muhammed ibn Abdullah sallallahu aleyhi və alihi və səlləmin ikinci nəvəsidir. O, Yəsribdə dünyaya gələn zaman bu şəhər son Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hicrəti və sükunəti səbəbindən Mədinə Rəsulillah, yəni Allah elçisinin şəhəri adlandırılırdı. Mədinə şəhəri Allah elçisinin Ərəbistan yarımadasında zülmət gecədən də qaranlıq olan o dövrdə İslam adı və İslam bayrağı ilə təsis etdiyi ideal və işıqlı hökumətin mərkəzi idi. Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə düçar olmuşdu. Dünyanın o zamanki Qeysər və Kəsra kimi böyük hökumətlərində, istər o zamanki İranda, istərsə də o zamanki Roma imperiyasında aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hakimi idi. Kiçik hökumətlər, misal üçün Ərəbistan yarımadasında olan isə onlardan da pis idi və cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada İslam nuru Allah Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləmin vasitəsi, ilahi yardım, xalqın əzəmətli və gərgin mübarizələri nəticəsində əvvəlcə Ərəbistan yarımadasının bir bölgəsini işıqlandıra bildi, sonra isə tədricən genişləndi və onun şüası hər yeri bürüdü. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hökumətinin xüsusiyyəti belə idi. Zülmün yerinə ədalət əsaslanırdı. Şirkin və insanın fikir parçalanmasının yerinə tövhidə və Pərverdigarın müqəddəs zatının bəndəliyinə əsaslanırdı. Cəhalət yerinə elm və biliyə əsaslanırdı. İnsanların bir-birinə kin bəsləməsinin yerinə sevgiyə, xoş münasibətlərə və dostluğa əsaslanırdı. Yəni zahiri də, batini də bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah və fəal olur, kamala doğru gedir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hökumətinin davam etməməsi.
Belə bir hökumətdə əziz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm İslam cəmiyyətinin rəhbəri və Allah Təalanın son elçisi kimi Məkkə və Mədinədən bayraqları bağlayıb müsəlmanlara verirdi. Onlar Ərəbistan yarımadasının uzaq bölgələrinə və Şam sərhədlərinə gedirdilər. Təbuk kimi hadisələrdə Roma imperiyasını təhdid edirdilər. Rumlular onların qarşısından qaçırdılar və İslam ordusu qalib qayıdırdı. O zaman İslam cəmiyyətinin məscid və minbərindən Quran səsi ucalırdı. Allahın elçisi sallallahu aleyhi və alihi və səlləm öz səsi və nəfəsi ilə xalqa Allah ayələrini oxuyurdu, nəsihət verirdi, onları hidayət yolunda sürətlə irəliyə aparırdı. Muaviyənin hilələrindən keçid. Əmir əl-Möminin əleyhisselamın fitnələrlə keçən və nəhayət onunla Muaviyə arasındakı yarımçıq müharibədə məzlumcasına şəhidliklə sona çatan hökumətinin 5 illik qısa dövründən sonra müsəlmanların hakimi və Allah Rəsulu sallallahu aleyhi və alihi və səlləmin canişini iddiasında olan Muaviyənin hiləgərlikləri və kələkbazlıqları başlandı. Bundan sonra Əbi Əbdillah əleyhisselamın ilk 10 ili öz dövrünün imamı olan böyük qardaşı İmam Həsən əleyhisselamın yanında, onun tabeliyində və mütləq itaətində keçdi. İmam Həsən Müctəbə əleyhisselam Əmir əl-Möminin əleyhisselamın Siffeyndə Muaviyə ilə hilə və kələk səbəbindən natamam qalan və ardınca xəvaric, separatçılar fitnəsinin törəndiyi döyüşü fəsad cinahının məhvi ilə sona çatdırmağa çalışırdı. Lakin Muaviyənin hilələrinin və ətrafındakıların xəyanətinin davam etməsi şəraiti dəyişdirdi. Yeni şəraitdə Muaviyə ilə döyüşü davam etdirməyin haqq cinahının tam məhvindən və haqq qardıcıllarının bütünlüklə şəhidliyindən başqa bir nəticəsi olmayacaqdı. Odur ki, İmam Müctəbə əleyhisselam Muaviyə ilə sülhü qəbul etdi. Əgər İmam Həsən əleyhisselam sülh etməsəydi, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsinin bütün şəxsiyyətləri ortadan götürüləcəkdi və İslamın orijinal dəyər sistemini qorumaq üçün bir kəs qalmayacaqdı. Hər şey bütünlüklə məhv olacaqdı, İslam yaddan çıxacaqdı və Aşura hadisəsinə də növbə çatmayacaqdı. Əgər İmam Müctəbə əleyhisselam Muaviyə ilə döyüşü davam etdirsəydi və bu Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsinin şəhadəti ilə nəticələnsəydi, İmam Hüseyn əleyhisselam da həmin hadisədə öldürülməli idi. Dəyərli səhabələr də öldürülməli idilər, Hücr ibn Ədilər də öldürülməli idilər, hamı məhv olmalı idi, fürsətlərdən istifadə edib İslamı özünün dəyər formasında qoruya biləcək bir kəs qalmayacaqdı. Əgər belə bir qanlı hadisə baş versəydi, Əməvi cinahının təbliğat maşını təhrif və yalanla haqq tərəfdarlarının sözünü və məqsədini gizlədib saxlayacaqdı. Xalq İmam Həsən əleyhisselamın və dostlarının haqq olduğunu heç zaman dərk etməyəcəkdi. O zaman təhrif, fəsad və palçıq seli kimi İslam cəmiyyətinin zehinlərinə axan ən böyük mənəvi bəla idi. Elə bir dövr idi ki, o zamanki İslam şəhərlərinə, İslam ölkələrinə və xalqlarına İslamın ən böyük şəxsiyyətini lənətləmək sifariş olunurdu. Əgər kimsə Əmir əl-Möminin əleyhisselamın imamət və vilayətinin tərəfdarı olması ilə ittiham olunsaydı, təqib olunurdu. Buna görə Əbi Əbdillah Hüseyn əleyhisselam İmam Həsən əleyhisselamın sülh fikrinin müdafiəçilərindən oldu. Əslində bu sülh onların hər ikisinin müştərək qərarı idi. Lakin İmam Həsən əleyhisselam imam və öndər, Əbi Əbdillah əleyhisselam isə onun ardıcılı və tabeliyində idi. Xüsusi bir məclisdə yaxın və dəliqanlı səhabələrin biri İmam Müctəbə əleyhisselamı etiraz edəndə İmam Hüseyn əleyhisselam ona qarşı çıxdı. Heç kəs deyə bilməz ki, İmam Hüseyn əleyhisselam İmam Həsən əleyhisselamın yerində olsaydı, bu sülh baş verməyəcəkdi. Xeyr. Bu sülh baş verəndə İmam Hüseyn əleyhisselam İmam Həsən əleyhisselamla idi. Əgər İmam Həsən əleyhisselam olmasaydı və İmam Hüseyn əleyhisselam yalqız olsaydı da, o şəraitdə yenə həmin iş görüləcəkdi və sülh bağlanacaqdı. İmam Müctəbə əleyhisselamın şəhidliyi ilə Əbi Əbdillah əleyhisselam bu 20 illik dövrün ikinci 10 illiyində haqq tərəfdarlarının imamlığını öhdəsinə götürdü. O, böyük qardaşının yolunu davam etdirməkdə dağ kimi dayandı, polad kimi hilə pərdələrini yırtdı.
Bir tərəfdən ibadət, münacat, təvəssül, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hərəfində etiqaf etmək, mənəvi və ruhani işlər, digər tərəfdən də elm və biliyi yaymaqda və təhriflərlə mübarizə aparmaqda dayanmadan çalışmaq, bu 10 ildə onun haqqın təbliğinə dair işləridir. O Həzrətin tarixdə qalan bəzi sözləri, buyruqları və yaxud alimlərə müraciətləri onun bu sahədə əzəmətli fəaliyyətinin göstəricisidir. Bununla belə Əbi Abdillah əleyhissalam heç zaman Muaviyyənin fəsadlı hökuməti əleyhinə qiyama təşəbbüs göstərmədi. Təkcə dillə yaxşı işlərə dəvət etdi. Çünki haqq sözünü qiyam və döyüş yolu ilə xalqa çatdırmaq üçün münasib şərait yox idi. Muaviyyənin ölümündən və Yezidin hakimiyyətinin başlamasından sonra vəziyyət dəyişdi. Muaviyyənin fəsadı və pis işləri az olmasa da, hiləgərliyinə görə zahirən özünü qorumağı lazım bilir, bəzi fəsadlarını gizlədirdi. Yezid isə aşkar şəkildə günah edirdi. Muaviyyədən sonra elə bir adam hökumət başına gəlmişdi ki, hətta İslamın zahiri əməllərinə də riayət etmir, şərab içir, pis işlər görür, cinsi fəsadları və cinayətləri aşkar şəkildə törədir, Qur'anın əleyhinə danışır, Qur'anın və dinin ziddinə açıq şəkildə şeir deyir və aşkar surətdə İslama qarşı çıxır. Onun adı müsəlmanların başçısı olduğundan İslam adını silmək istəmir. O, İslam'a əməl etmir, İslamı sevmir və ona ürək yandırmır. Dayanmadan qoxumuş su axıdıb ətrafı dolduran bir bulaq kimi onun vücudundan qoxumuş su tökülüb bütün İslam cəmiyyətini dolduracaq. Fəsad içində olan hakim belədir. Hakim zirvənin başında durduğundan onun işləri də həmin yerdə qalmır. Adi cəmaatın əksinə olaraq axır və bütün zirvəni və yamacı bürüyür. Adi cəmaatın öz yeri var. Lakin yuxarıda olanın, cəmiyyətdə daha uca mövqeyə malik olanın fəsadı və zərəri daha çox olur. Adi insanların fəsadı özlərinə yaxud bəzi ətrafına zərər yetirir. Başda oturan fəsadlı olduqda isə onun fəsadı daşıb hər yeri doldurur. Necə ki, əgər salih insan olsa, onun yaxşı işləri hər şeyə təsir edir. Belə fəsadlara malik olan bir şəxs Muaviyyədən sonra müsəlmanların xəlifəsi Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin canişini olmuşdur. Bundan böyük azğınlıq ola bilərmi? Əməvi cinahının təbliğat maşını daha Yezidin azğınlığının və fəsadının üstünü örtüb Əbi Abdillah əleyhissalamın haqq sözünü gizlədə bilməzdi və bu, hərəkət və qiyam üçün münasib şərait yaradırdı. Digər məsələ Yezidin Əbi Abdillah əleyhissalamdan beyət almaqda israrı idi. Bu, Əbi Abdillah əleyhissalamın əvvəllər başqa formada olan islahatçı hərəkətini yeni mərhələyə daxil etdi. Əbi Abdillah əleyhissalamın məqsədi Kərbəla macərası və hicrətin 61-ci ilinin aşurasında o torpaqda baş verən möhtəşəm hadisə o qədər əzəmətli və nurludur ki, ondan sonra həmişə İslam dünyasının və hətta ondan xaricdəki mütəfəkkirlərin müzakirə və tədqiqat mövzusu olmuş, ondan yüzlərlə həmişəyaşar dərs götürülmüşdür. Əbi Abdillah əleyhissalamın bu qanlı və məzlum qiyamda məqsədi bu araşdırmaların ən mühüm mövzusu və aşuranın ən önəmli dərsidir. Hətta o, Mədinədən Məkkəyə və ondan sonra İraqa sarı hərəkət eləyəndə də bu sual aktual idi ki, bu hərəkət və qiyamda məqsəd nədir? İmam Hüseyn əleyhissalama deyirdilər ki, Mədinə və Məkkədə sizə hörmət olunur. Yəməndə hamı şiyədir. Kənarda elə yerə gedin ki, sizin Yezidlə, Yezidin də sizlə işi olmasın. Bu qədər müridiniz, bu qədər şiyələriniz var. Yaşayın, ibadət və təbliğ edin. Nə üçün qiyam edirsiniz? Məqsəd nədir? Bu önəmli sualdır. Əgər bunun cavabı düzgün izah olunsa, Aşuranın gözəlliyi və həmişəyaşarlığı aydınlaşar, Kərbəla şəhidlərinin özəl və özünə məxsus əhəmiyyətinin səbəbi bilinər. Əlbəttə, bu barədə çox danışılmış, bu hadisədən hər kəs öz dərki qədərincə bir şey anlamışdır. Bəziləri onu hakimiyyəti istəməkdə məhdud etmişlər. Bəziləri Həzrətin məqsədini digər məsələlərdə kiçiltmişlər. Bəziləri də onun hərəkatından daha böyük məqsədlər tapmış, demiş və yazmışlar. İki ehtimalın araşdırılması. Şəhidlər ağasının qiyamı üçün deyilən müxtəlif məqsədlər arasında iki ehtimal daha məşhur və zahirdə həqiqətə daha yaxındır. Birinci ehtimal. Bir qrup belə düşünür ki, Əbi Abdillah əleyhissalamın məqsədi fəsadlı Yezid hökumətini kənarlaşdırmaq, bütün ictimai və siyasi sahələrdə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin yolunun və imamətinin icrası ilə İslam hökuməti qurmaq olmuşdur.
Bu söz yarı doğrudur, demirəm səhvdir. Bu sözdə məqsəd belə də ola bilər. O həzrət hökumət qurmaq üçün qiyam etdi. Amma əgər bunun imkansız olduğunu görsəydi, deyəcəkdi ki, daha olmadı, qaydaq. Əgər belədirsə, bu səhvdir. Bəli, hökumət məqsədi ilə hərəkət edən şəxs bu işin mümkün olduğu yerə qədər gedir. Bu işin həyata keçməsinə ehtimalın mövcud olmadığını gördükdə isə vəzifəsi qayıtmaqdır. Əgər məqsəd hökumət qurmaqdırsa, insan mümkün olana qədər getməli, mümkün olmayan yerdə isə qayıtmalıdır. Əgər bu qiyamda Həzrətin məqsədinin düzgün Əli əleyhissalam hökuməti qurmaq olduğunu deyən şəxsin məqsədi budursa, bu düzgün deyil. Çünki imamın hərəkətlərinin məcmusu bunu göstərmir. İmamın Mədinədən Kərbəlaya qədər hərəkəti boyunca müxtəlif və bəzən etimadlı insanlar dəfələrlə müxtəlif təhlükələr və hətta öldürülmə ehtimalı üzərində təkid göstərirdilər. Şəhidlər ağası da hər dəfə hərəkətin məqsədinin və onun yerinə yetirilməsinin əhəmiyyətini vurğulayırdı. Odur ki, bu məqsəd bütün Aşura hadisəsini əhatə edə bilməz. İkinci ehtimal. Bir qrup insan da düşünür ki, Əbi Abdillah əleyhissalamın məqsədi hökumət məsələsi deyildi. Çünki o, Yezidi devirib hakimiyyətə gələ bilməyəcəyini bilirdi. O, ümumiyyətlə şəhid olmaqdan ötürü qiyam etdi. Bu sözdə bir zaman dillər əzbəri idi. Bəzi şəxslər bunu gözəl poetik təbirlərlə bəyan edirdilər. Həzrətin şəhid olmaqdan ötürü qiyam etməsi sözü yeni söz deyil. Hətta mən gördüm ki, bizim bəzi böyük alimlərimiz də bunu buyurmuşlar. Onlara görə İmam Hüseyn əleyhissalam buyurub ki, yaşamaqla bir iş görmək olmur, gedib şəhid olmaqla bir iş görək. Bu iddianın qarşısında demək lazımdır ki, müqəddəs şəriətdə şəhadətin mənası gedib özünü ölümə atmaq deyil. Bizim dini mətnlərimizin heç birində belə bir tövsiyə yoxdur. Bizim müqəddəs şəriətdə tanıdığımız, hədislərdə və Quran ayələrində gördüyümüz şəhadətin mənası budur ki, insan vacib olan yaxud tərcih edilən müqəddəs məqsədə çatmağa çalışsın və o yolda özünü ölümə də atsın. Bu, düzgün İslam şəhadətidir. Lakin insanın ümumiyyətlə gedib öldürülüm deyə yola düşməsi, yaxud mənim qanım zalımın ayağını sürüşdürəcək və o yıxılacaq kimi şairanə təbir İslamda yoxdur. Deməli, Əbi Abdillah əleyhissalamın öz dostları ilə birgə şəhidliyə can atması üçün vacib və tərcihli bir məqsəd olmalıdır. Məqsəd yoxsa nəticə? Bu iki ehtimalın heç biri bu əzəmətli hadisəni izah edən məqsəd deyil. Nə demək olar ki, Həzrətin bu qiyamdakı məqsədi hökumət qurmaq olmuşdur, nə də demək olar ki, o şəhid olmaq üçün qiyam etmişdir. Əslində, məqsəd hökumət idi və yaxud məqsəd şəhadət idi deyən şəxslər məqsədlə nəticəni səhv salmışlar. Xeyr, məqsəd bunlar deyildi. İmam Hüseyn əleyhissalamın başqa bir məqsədi vardı. Lakin o məqsədə çatmaq üçün bir hərəkət tələb olunurdu. Bu hərəkət bu iki nəticənin birinə səbəb olacaqdı. Hökumət yaxud şəhadət. İmam Hüseyn əleyhissalam bunların hər ikisinə hazır idi. Həm hökumətin işlərini hazırlamışdı və hazırlayırdı, həm də şəhadətin işlərini. Hansı olsaydı da düzgün idi, eybi yox idi. Amma heç biri məqsəd deyildi. Hər ikisi nəticə idi. Məqsəd başqa bir şey idi. Məqsəd Allahın vacib buyurduğu mühüm bir əməli yerinə yetirmək idi. Şəhidlər ağasının özünün və vəfalı dostlarının şəhidliyi ilə nəticələnən qiyam və hərəkətdə məqsədi din vacibləri arasında əzəmətli və mühüm bir əməli yerinə yetirmək idi. Bu işin İslamın düşüncə, dəyər və əməl sistemində mühüm yeri var və ondan öncəyə qədər heç kəs onu yerinə yetirməmişdi. Nə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm, nə Əmirəl-Müminin əleyhissalam, nə də İmam Həsən Müctəba əleyhissalam. İmam Hüseyn əleyhissalam bu vacib əməli yerinə yetirməli idi ki, bütün tarix üçün dərs olsun. Məsələn, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hökumət qurdu və bu işlə təkcə hökumət qurmağın hökmünü gətirmədi, həm də bütün İslam tarixi üçün örnək göstərdi. Yaxud Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Allah yolunda cihad etdi və bu, müsəlmanların və bəşərin bütün tarixi üçün əbədi dərs oldu. Bu vacib əməl də İmam Hüseyn əleyhissalamın vasitəsilə yerinə yetirilməli idi ki, müsəlmanlar üçün və bütün tarix üçün əməli dərs olsun. İslam iki təhlükə qarşısında. Keçmişdə görünməyən bu vacib əməlin Əbu Abdillah əleyhissalamın iradə və səyi ilə yerinə yetirilməsi yalnız onun zamanında yaranan şəraitdən irəli gəlirdi.
Əziz və ilahi bir fenomen olan İslamı müxtəlif şəraitlərdə təhdid edə bilən iki əsas təhlükə həmin şəraitdə bir-birinin yanında və ən pis formada zahir olmuşdu. Biri xarici düşmənlərin təhlükəsi, digəri isə daxildən məhv olma təhlükəsi. Xarici düşmən bayırdan müxtəlif silahlarla bir quruluşun varlığını, təfəkkürünü, etiqadi təməllərini, qanunlarını və hər şeyini hədəf seçən şəxsdir. Bayırdan nə deməkdir? Mütləq ölkə və quruluşun xaricindən yox, bu ölkənin daxilində də ola bilər. Özlərini quruluşa yad bilən və ona qarşı çıxan düşmənlər var. Bunlar bayırdadılar, yaddılar. Bunlar quruluşu məhv etməyə və dağıtmağa çalışırlar. Xəncərlə, odlu silahla, ən müasir texnikalarla, təbliğatla, pulla və ixtiyarlarında olan hər bir şeylə. Bu bir növ düşməndir. İkinci düşmən və təhdid isə daxildən məhv olma təhdididir. Yəni quruluş daxilində olub yadlara məxsus olmayan. Bu doğmaların təhdididir. Bir quruluşda doğmalar yorğunluq səbəbindən, düzgün yolu dərk etməkdə səhvə yol vermək üzündən, nəfsi duyğulara məğlub olmaqdan, maddi gözəlliklərə baxmaqdan və onları böyük saymaqdan irəli gələrək birdən-birə daxildə təhdid yarada bilirlər. Bunun təhlükəsi birinci təhlükədən daha artıqdır. Hər bir quruluş üçün, hər bir təşkilat və hər bir məsələ üçün bu iki düşmən, xarici və daxili təhdid mövcuddur. Dönüşü olmayan yayınma. Bir əziz və ilahi məsələ kimi İslamı təhdid edən bütün təhlükələr İslamın yarandığı zamandan Allah tərəfindən proqnoz edilmiş və o təhlükələrə qarşı tədbir vasitəsilə İslamın özündə nəzərdə tutulmuşdur. Allah Təala İslamın müdafiə qüvvəsini onun özündə qoymuşdur. Sağlam bir bədən, yaxud sağlam bir maşın kimi. Onu düzəldən mühəndis təmir vasitəsini onun öz içinə qoymuşdur. İslam bir fenomendir və bütün fenomenlər kimi onu bəzi təhlükələr təhdid eləyir. Tədbir görmək üçün bir vasitə lazımdır. Allah Təala bu vasitəni İslamın özündə qoymuşdur. O zaman da sözü gedən iki təhlükə İslamı təhdid edirdi. Onların hər ikisinin nəticəsi İslam cəmiyyətinin dönüşü olmayan fəlakət və məhv olma yoluna çıxması idi. Çünki fəsadlı hakimlərin varlığına, cəmiyyətin aparıcı və avam insanları arasında fəsad və dünyagirliyin yayılmasına görə İslamın, hökumətin və cəmiyyətin ideal və ilahi vəziyyətə qaytarılması və dirçəldilməsi üçün heç bir maraq və səy göstərilmirdi. Cəmiyyət azğınlıq içərisində sərgardan qalmışdı. Əgər əziz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin bu rels üzərinə çıxardığı bu qatarı bir əl, yaxud bir hadisə relsdən çıxarsa, vəzifə nədir? Əgər İslam cəmiyyəti yoldan yayınsa və əgər bu yayınma elə bir həddə çatsa ki, bütün İslamın və İslam maarifinin yayınma təhlükəsi yaransa, vəzifə nədir? İki növ yayınma və azğınlıq var. Çox zaman xalq fəsada düçar olur, lakin İslam hökmləri məhv olmur. Bəzən də xalq fəsada uğrayır, hökumətlər də fəsada uğrayırlar, alimlər və din natiqləri də fəsada düşürlər. Fəsadlı insanlardan ümumiyyətlə düzgün din sadir olmaz. Onlar Quranı və həqiqətləri təhrif edirlər, yaxşıları pis, pisləri yaxşı, bəyənilməz işi bəyənilən, bəyənilən işi isə bəyənilməz edirlər. İslamın xəttini 180 dərəcə dəyişdirirlər. Əgər İslam cəmiyyəti və quruluşu belə bir vəziyyətə düçar olsa, vəzifə nədir? İlahi vəzifə İslam hökumətini və İslam cəmiyyətini düzgün və ilahi yola qaytarmaq üçün bütün imkanlardan istifadə etməkdir. Bu, hikmətli Allahın dində qoyduğu vacib əməldir və Əbi Əbdillah əleyhissalam İslamın özünü və müsəlman cəmiyyəti təhdid edən bu təhlükələr qarşısında ona əməl etdi. İslam hər iki təhdidə qarşı yol müəyyənləşdirmiş və cihad təyin etmişdir. Cihad xarici düşmənlərə məxsus deyil. Kafir və münafiqlərlə cihad et. Münafiq özünü quruluşun daxilinə salır. Odur ki, bunların hamısı ilə cihad etmək lazımdır. Cihad quruluşa etiqadsız və düşmən olması səbəbindən ona hücum etmək istəyən düşmənə qarşı edilir. Həmçinin daxili parçalanma və dağılma ilə mübarizə üçün çox dəyərli olan əxlaq təlimləri mövcuddur. Bu təlimlər dünyanı həqiqi şəkildə insana tanıtdırır və anladır. Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövləti və oğul uşağı çoxaltmaqdan ibarətdir. İslam hökmləri məcmusundan olan bu hökmün əhəmiyyəti hökumətin özündən az deyil. Çünki hökumət cəmiyyətin idarəsi deməkdir.
Əgər cəmiyyət tədricən xəttdən çıxsa, fəsada uğrasa və Allahın hökmü dəyişilsə, vəziyyəti dəyişdirmə və həyatı yeniləmə hökmü yaxud inqilabın bugünkü təbiri ilə desək, inqilab hökmü olmasa bu hökumət nəyə yarayar? Deməli, azğın cəmiyyəti əsl xəttinə qaytarmağa dair hökmün əhəmiyyəti hökumət hökmünün əhəmiyyətindən az deyil. Bəlkə də demək olar ki, bunun əhəmiyyəti kafirlərlə cihaddan da artıqdır. Bəlkə də demək olar ki, bunun əhəmiyyəti bir İslam cəmiyyətində adi formada yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən daha artıqdır. Hətta bəlkə də demək olar ki, bu hökmün əhəmiyyəti Allahın böyük ibadətlərindən və həcdən də artıqdır. Nə üçün? Ona görə ki, bu hökm əslində İslamın yaşamasını təmin eləyir. Ölmək ərəfəsində olduqdan yaxud ölüb ortadan götürüldükdən sonra. İmam Hüseyn əleyhissalamın işi xarici düşmənə qarşı ilahi quruluşdan xaricdə və ona müxalif olan düşmənə, zəruri olaraq sərhədlərdən xaricdə olan düşmənə yox, cihadla yüksək və bənzərsiz hətta nəfsə qapılmağa, fərdi və ictimai azğınlıqlara qarşı cihadı birləşdirməkdir. Yəni Allah Təala bilir ki, bu hadisə qarşıya çıxacaq. Buna görə də yüksək səviyyəli bir nümunə təqdim olunmalı və örnək göstərilməli idi. Necə ki, ölkə çempionları məşğul olduqları idman növündə digərlərinin həvəslənməsinə bais olurlar. Sözsüz ki, bu izah etmək üçün kiçik bir misaldır. Aşura macərası hər iki cəbhədə əzəmətli bir cihaddan ibarətdir. Həm xarici düşməndən, yəni fəsadlı xilafət aparatı və bu aparata yapışmış dünyagirlərlə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin insanların xilası üçün istifadə etdiyi hakimiyyəti İslamın və əziz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin yolunun əks istiqamətinə aparmaq istəyən şəxslərlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə, yəni o zaman ümumi şəkildə daxili fəsada sarı hərəkət edən cəmiyyətlə. Sözü gedən vacib əməl əslində həmin iki təhlükəni aradan qaldırmaq, İslamı və İslam cəmiyyətini dönüşü olmayan yayınmadan xilas etmək məqsədi daşıyan bir əməl idi. Münasib zaman. Şəhidlər ağası münasib şəraitin formalaşmasıyla dində və Allah Rəsulu sallallahu aleyhi və alihi və səlləmin sözlərində göstərilmiş bu ilahi vəzifəyə əməl edə bilən ilk şəxs idi. Düzdür, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm vəzifənin nə olduğunu buyurmuşdu. Quran da buyurmuşdu. Lakin Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu ilahi hökmə əməl edə bilərdimi? Xeyr. Çünki Allahın bu hökmü cəmiyyətin yoldan çıxdığı zaman icra oluna bilərdi. Əgər cəmiyyət yoldan çıxsa, bir iş görmək lazımdır. Bu zaman üçün Allahın hökmü var. Sapqınlığın yüksək həddə çatıb İslamın özü üçün sapqınlıq təhlükəsi yaratdığı cəmiyyətlərdə Allahın təyin etdiyi vəzifə var. Allah insanı heç bir hadisə qarşısında vəzifəsiz qoymur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu vəzifəni buyurmuşdur. Quran və hədis demişdir. Lakin Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu vəzifəyə əməl edə bilməz. Nə üçün əməl edə bilməz? Ona görə ki, bu vəzifəyə cəmiyyətin yoldan çıxdığı zaman əməl olunmalıdır. Cəmiyyət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin və Əmir əl-Möminin əleyhissalamın dövründə o şəkildə yoldan çıxmamışdı. İmam Həsən əleyhissalamın dövründə Muaviyyənin hökumət başçısı olduğu zaman o sapqınlığın çoxlu əlamətləri yaransa da, hələ elə həddə çatmamışdı ki, bütün İslamın təhrifi qorxusu mövcud olsun. Şəhidlər ağasından qabaq belə vəziyyət yaranmışdısa da, o zaman bu işi görmək üçün münasib imkan və şərait mövcud deyildi. Yaxşı, bu hökmü kim yerinə yetirməlidir? Bu vəzifəni kim icra etməlidir? Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin canişinlərindən biri. Lakin bu şərtlə ki, şərait münasib olsun. Çünki Allah Teala faydası olmayan bir işi vacib etməmişdir. Əgər şərait münasib olmasa, nə iş görsələr faydasız olacaq və təsir bağışlamayacaq. Şərait münasib olmalıdır. Şəraitin münasib olmasının da başqa bir mənası var. Deyə bilmərik ki, təhlükə varsa, deməli şərait münasib deyil. Xeyr, söhbət bundan getmir. Şərait münasib olmalıdır, yəni insan bilməlidir ki, bu işi gördükdə nəticə hasil olacaq. Söz xalqa çatdırılacaq, xalq başa düşəcək və səhvə düşməyəcək. Bu, kiminsə görməli olduğu həmin vəzifədir. İmam Hüseyn əleyhissalamın dövründə sözü gedən sapqınlıq vücuda gəlmiş və münasib şərait də yaranmışdı. Deməli, İmam Hüseyn əleyhissalam Allahın bu vacib əməlini yerinə yetirmək üçün addım atmalı idi. Nə üçün bu işi İmam Hüseyn əleyhissalam görməlidir? Ona görə ki, bu vacib əməlin görülməsinə şərait İmam Hüseyn əleyhissalamın dövründə yarandı.
Əgər bu şərait İmam Hüseyn əleyhissalamın dövründə yaranmasaydı, misal üçün İmam Əli Yənnəqi əleyhissalamın dövründə yaransaydı, bu işi o görəcəkdi. İslam tarixinin böyük qurbanı İmam Əli Yənnəqi əleyhissalam olacaqdı. Əgər İmam Həsən Müctəba əleyhissalamın yaxud İmam Sadiq əleyhissalamın dövründə yaransaydı, onlar buna əməl edəcəkdilər. Bu şərait İmam Hüseyn əleyhissalamdan öncə yaranmadı. İmam Hüseyn əleyhissalamdan sonra da qeyb zamanına qədər yaranmadı. Vəzifə təhdidlə boyundan düşmür. Şəraitin yaranması və münasib fürsətin vücuda gəlməsi vəzifəni yerinə yetirmək yolunda təhlükə və təhdidin olmaması demək deyil. Əbi Abdullah əleyhissalamın hərəkəti onun üçün, ailəsi və dostları üçün müxtəlif təhlükələrlə dolu idi. Məgər hakimiyyət başında duran şəxsin müxalif insanlara təhlükə yaratmaması mümkündür? Hər halda bu bir müharibədir. Siz onu hakimiyyət taxtından salmaq istəyirsinizsə, o oturub tamaşa edəcək. Bəllidir ki, o da sizə zərbə vuracaq. Deməli, təhlükə var. Bəli, İmam Hüseyn əleyhissalam da belə bir vəziyyət qarşısında qalmışdı. Deməli, o vəzifəni yerinə yetirməli idi. Şərait münasibdir və heç bir üzr yoxdur. Odur ki, Abdullah ibn Cəfər, Muhammed ibn Hənəfiyyə və Abdullah ibn Abbas bunlar avam deyildilər. Hamısı dinşünas, arif, alim və ağıllı insanlar idilər. İmam Hüseyn əleyhissalama ağa təhlükəlidir, getməyin dedikdə bildirmək istəyirdilər ki, vəzifəni yerinə yetirmək üçün təhlükə yarandıqda o vəzifə boyundan düşür. Onlar anlamırdılar ki, bu vəzifə təhlükə ilə boyundan düşən vəzifə deyil. Bu vəzifə həmişə təhlükəlidir. Ola bilərmi insan zahirən elə iqtidarlı bir hakimiyyətin əleyhinə qiyam etsin və təhlükə olmasın? Məgər belə bir şey mümkündür? Bu vəzifə həmişə təhlükəlidir. Şəhidlər ağası bu təhlükələri bilə-bilə ilahi vəzifəni yerinə yetirməyə qərar verdi. Şərait elə idi ki, bu addım onun şəhidliyi ilə nəticələndi. Halbuki başqa bir şəraitdə zalım hökumətin devrilməsi və ilahi hökumətin qurulması ilə da nəticələnməsi mümkündür. Hər halda nəticə fərqinin bu vəzifənin vacib olmasına heç bir təsiri yoxdur. Digər vəzifələrin mühüm vəzifəyə qurban verilməsi. Hüseyn ibn Əli əleyhissalam öz əməli və sözü ilə anlatdı ki, belə bir şəraitdə İslam dünyası üçün tağut hakimiyyətinə qarşı mübarizə aparmaq və insanları bu hakimiyyətin şeytan hökmranlığından xilas etməyə çalışmaq ən vacib işdir. Şəhidlər ağasının məqsədi öz sözlərində. Əbi Abdullah əleyhissalamın məqsədi onun bir çox sözlərində bəyan olunmuşdur. Şəhidlər ağası Mədinədən Kərbəlaya qədər getdiyi yolun müxtəlif mənzillərində bəzi şəxslərə cavabda, yaxud öz müraciətlərində müxtəlif ibarələrlə bu mühüm vəzifəyə işarə vurmuşdur. Mədinə şəhərinin hakimi olan Vəlid gecə vaxtı imamı çağırıb dedi ki, Muaviyyə dünyadan köçmüşdür. Siz Yezidə beyyət etməlisiniz. Həzrət ona buyurdu ki, qalsın sabaha. Gedək fikirləşək, görək biz xəlifə olmalıyıq, yoxsa Yezid. Ertəsi gün Mərvan Həzrəti Mədinənin küçələrində görüb dedi ki, Əbi Abdullah, sən özünü ölümə verirsən. Nə üçün xəlifəyə beyyət etmirsən? Gəl beyyət et, özünü ölümə atma, əziyyətə salma. Həzrət onun cavabında bu cümləni buyurdu. Biz Allahınıq və Allaha sarı qaydacağıq. Yezid kimi birisi ümmətin hakimi olacaqsa, İslamla vidalaşmaq lazımdır. Söhbət Yezidin özündən getmir, Yezid kimi kim olursa olsun. Həzrət demək istəyir ki, indiyədək nə oldusa dözüləsi idi, lakin indi söhbət İslam dininin və quruluşunun özündən gedir. Bu, Yezid kimi birisinin hökuməti ilə məhv olacaq. O, sapqınlıq təhlükəsinin ciddi təhlükə olduğuna işarə vurur. Məsələ İslamın özü üçün təhlükədən ibarətdir. Muhammed Hənəfiyyəyə vəsiyyət, Allahın vacib buyurduğu əməli yerinə yetirmək üçün qiyam etmək. Həzrəti Əbi Abdullah əleyhissalam həm Mədinədən, həm də Məkkədən xaric olanda Muhammed ibn Hənəfiyyənin o həzrətlə söhbətləri olmuşdur. Həzrət qardaşı Muhammed ibn Hənəfiyyəyə bir vəsiyyət yazdı. Orada Allahın birliyinə və digər məsələlərə şəhadətdən sonra deyilir: Mən nə azğınlığa, nə təkəbbürlülüyə, nə də fəsad və zülm törətməyə görə qiyam edirəm. Yəni kimlərsə səhv etməsinlər. Təbliğatçılar təbliğat aparmasınlar ki, İmam Hüseyn əleyhissalam da hakimiyyəti ələ keçirmək, özünü göstərmək, eyş-işrət, zülm və fəsad üçün qiyam edən şəxslər kimi mübarizəyə və döyüşə gedir. Bizim işimiz bu tipdən deyil. Bu işin adı islah etməkdir. İslah etmək istəyirəm. Bu, İmam Hüseyn əleyhissalamdan öncə görülməyən vacib əməldir. Bu islah etmə qiyam yolu ilə baş verir. Xuruc qiyam deməkdir.
Həzrət bu vəsiyyətnamədə bunu qeyd edir. Yəni əvvəla qiyam etmək istəyirik və bizim bu qiyamımız da islah üçündür. Mütləq hakimiyyətə yiyələnmək üçün deyil, mütləq gedib şəhid olmaq üçün deyil. Xeyr, biz islah etmək, düzəltmək istəyirik. Əlbəttə, islah etmək kiçik iş deyil. Bəzən şərait elə olur ki, insan hakimiyyətə gəlir və özü işləri idarə eləyir. Bəzən də bu işi görə bilmir, mümkün olmur və şəhid olur. Eyni zamanda bunların hər ikisi islah üçün qiyamdır. Sonra buyurur: "Mənim bu hərəkətdə məqsədim cəddimin ümmətini islah etmək, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməkdir. Mən cəddimin və atamın yolu ilə getmək istəyirəm. Bu islah yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin nümunəsidir." Bəsrə böyüklərinə məktub, sünnəni dirçəltmək və bidəti ortadan götürmək. Həzrət Məkkədə 2 məktub yazmışdır. Biri Bəsrə şəhərinin böyüklərinə, biri də Kufə şəhərinin böyüklərinə. Həzrət Bəsrə böyüklərinə yazdığı məktubda deyir ki, mən bidəti ortadan götürmək və sünnəni dirçəltmək istəyirəm. Çünki sünnəni öldürmüş və bidəti diriltmişlər. Əgər mənim arxamca gəlsəniz, doğru yola qovuşarsınız. Yəni İslamı diriltməkdən, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnəsini və İslam quruluşunu diriltməkdən ibarət olan böyük vəzifəni yerinə yetirmək istəyirəm. Kufə böyüklərinə məktub, hökumətin imamətə qaytarılması. Kufə əhalisinə yazdığı məktubda isə buyurdu ki, İslam cəmiyyətinin imamı, rəhbəri və başçısı günah, xəyanət və fəsad sahibi və Allahdan uzaq bir şəxs ola bilməz. O, Allahın kitabına əməl edən şəxs olmalıdır. Yəni cəmiyyətdə buna əməl etməlidir. Özü xəlvət bir otaqda yalnız namaz qılmamalıdır. Kitaba əməl etməyi cəmiyyətdə dirçəltməlidir. Ədalətlə rəftar etməlidir. Haqqı cəmiyyətin qanunu etməlidir. Yəni haqq dini cəmiyyətin qayda və qanunları etməli, batili kənara qoymalıdır. Nəyin bahasına olursa olsun özünü Allahın doğru yolunda qorumalı, maddi və şeytani gözəlliklərin əsiri olmamalıdır. Vəssalam. Görürük ki, burada məqsədi müəyyən edir. Düşmənə müraciət. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hökmünə əməl etmək. Hürr ibn Yezid ilə birgə Həzrət hara gedirsə, o da yanında hərəkət edir. Beyzə adlı bir yerə çatdılar. Bəlkə də istirahətdən öncə, yaxud bir qədər istirahət etdikdən sonra Həzrət ayağa qalxıb düşmən ordusuna müraciətlə buyurdu: "Ey insanlar! Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə, cəhənnəmə daxil etsin." Yəni Allah Teala qiyamətdə bu sakit, laqeyd və bir iş görməyən şəxsi o zalımı düçar etdiyi taleyə düçar edəcək. Onunla bir sırada və bir cinahda duracaq. Qabaqca qeyd etdi ki, bu məsələnin hökmünü Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurmuşdur. Bu qeyd etdiyimiz nümunələrdən biridir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm İslam quruluşunun yoldan yayındığı təqdirdə nə etməyin lazım olduğunu müəyyənləşdirmişdi. İmam Hüseyn əleyhissalam da Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin həmin buyruğuna istinad edir. Deməli vəzifə nədir? Vəzifə sözlə və əməllə vəziyyəti dəyişdirməkdir. İnsan belə bir şəraitə düşdükdə və sözsüz ki, münasib bir zamanda bu əməlin qarşısında qiyam etmək və addım atmaq vacibdir. Nəticə nə olursa olsun, öldürülsün, sağ qalsın, zahirən uğur qazansın yaxud qazanmasın. Bu vəziyyətin qarşısında olan hər bir müsəlman qiyam etməlidir. Bu Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin buyurduğu vəzifədir. Sonra İmam Hüseyn əleyhissalam buyurdu ki, mən bu qiyama və bu işə bütün müsəlmanlardan daha layiqəm. Çünki mən Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin övladıyam. Əgər Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu dəyişdirmə işini bütün müsəlmanlara vacib etmişdirsə, bəllidir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin oğlu, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin elminin və hikmətinin varisi olan Hüseyn ibn Əli əleyhissəlama digərlərindən daha vacib və daha münasibdir. Və mən bunun üçün hərəkət etdim. Burada da imam öz qiyamının səbəbini bəyan edir. Əziyyət mənzili. Nəticə bu vəzifəyə təsir etmir. 4 nəfərin İmam Hüseyn əleyhissalama qoşulduğu əziyyət mənzilində buyurdu ki, and olsun Allaha, mən Allahın bizim vasitəmizlə istədiyi xeyri arzulayıram.
İstər öldürülək, istər zəfər çalaq. Yəni istər qələbə çalsınlar, istər öldürülsünlər, fərqi yoxdur. Vəzifə vəzifədir və icra olunmalıdır. Buyurdu ki, mən Allah Təalanın bizim üçün nəzərdə tutduğunun bizim xeyrimizə olduğuna ümidvaram. İstər öldürülək, istər qələbə çalaq, fərqi yoxdur. Biz vəzifəmizi yerinə yetiririk. Kərbəlanın ilk xütbəsi: haqqa əməl etmək və batilin qarşısını almaq. Kərbəla torpağına daxil olduqdan sonra belə buyurdu: Görmürsünüzmü ki, daha haqqa əməl olunmur və batildən çəkindirilmir? Əbi Əbdillah əleyhissalamın qiyamının nəticəsi. Bəllidir ki, əgər iman iddiaçıları İmam Hüseyn əleyhissalama qarşı ayrı cür rəftar etsəydilər, birinci nəticə qələbə və hakimiyyət hasil olardı. Bu, həmin dövrdə xalqın dünya və axirətini düzəldə bilərdi və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin dövründə olduğu kimi imaməti fəsadlı və fəsad törədən şahlığın yerinə qoyardı. Əbi Əbdillah əleyhissalamın qiyamı zahirdə düşmən qoşunları ilə döyüşməklə, onun və dostlarının şəhid, ailəsinin və digər yoldaşlarının əsir olması ilə nəticələndi. Lakin demək olarmı, bu aqibət şəhidlər ağasının məğlubiyyəti və düşmənin qələbəsi idi? Məsələnin zahiri belədir ki, dövrün ən dəyərli insanları Aşura hadisəsində məhv edildilər. Hüseyn ibn Əli əleyhissalamın ailəsinin bütün görkəmli şəxsiyyətləri və gəncləri ilə qeyrətli səhabələri, qardaşları, övladları, yaxınları və gəncləri ilə birgə çox qərib şəkildə şəhidliyə qovuşdu və çox qərib şəkildə də dəfn olundu. Nə kimsə onların cənazəsini müşayiət elədi və nə də kimsə onlar üçün əza saxladı. Kərbəlanın sağ qalmış yeganə kişisi olan İmam Səccad əleyhissalam da o zamandan 34 il sonraya qədər Mədinədə zahiri təcrid halında yaşadı. Nə qoşun, nə toplum, nə hay-küy vardı. Maddi məntiqlə hökumət edən maddi güclərin yanlış təsəvvürü adətən belədir ki, bunlar bitdilər və məhv oldular. Lakin görürsünüz ki, həqiqət belə deyil. Bunlar bitmədilər. Bunlar qaldılar. Əzəmətləri, gözəllikləri və təsirləri günbəgün artdı, qəlbləri fəth elədilər. Bugün şiə və qeyri-şiə olan yüz milyonlarla müsəlman bunların adına təbərrük edir, söhbətlərindən bəhrələnir və xatirələrini uca tuturlar. Bunlar tarixdə qələbədir, həqiqi və həmişəyaşar qələbə. İslamın keşiyini çəkmək. Əbi Əbdillah əleyhissalamın hərəkəti və qiyamı bütün bu düşmənçiliklərə rəğmən möhkəm bir təməl kimi İslamın dünyada 1300 ildən artıq canlı və uca qalmasına bais oldu. Əslində Hüseyn əleyhissalamın aşurası İslamın yaşamasının ən mühüm amillərindən biridir. Elə bilirsiniz ki, o şəhidlik, o paç qan və elə böyük hadisə olmasaydı İslam qalardı? Şübhəniz olmasın ki, qalmazdı. Şübhəniz olmasın ki, hadisələr tufanında məhv olardı. Ola bilsin tarixi bir din kimi bir qrup zəif tərəfdarlarla dünyanın harasındasa qalardı. Amma canlı İslam qalmayacaqdı. İslamın təkcə adının və xatirəsinin qalması mümkün idi. Amma bugün görürsünüz ki, İslam 1400 ildən sonra dünyada canlıdır, qurucudur. Bugün İslam dünyada həyat vericidir. Bugün İslam dünyada xalqları ən aydın və ən işıqlı ümid kimi özünə cəlb edir. Bunların hamısı Kərbəla hadisəsinin və Hüseyn ibn Əli əleyhissalamın fədakarlığının nəticəsidir. Bənzərsiz örnək və həmişəyaşar nümunə. Böyüklərə bənzəmək və övliyalara mənsub olmaq zirəklərin işidir. Hər kəs bir örnək istəyir, bir nümunəni və idealı izləyir. Lakin örnək tapmaqda hamı düzgün yolu seçmir. Xalqlar üçün örnək çox əhəmiyyətli məsələdir. Siz baxın, müxtəlif xalqların hansısa bir şəxsiyyətində bir əzəmət damlası mövcud olsa, onu mütləqləşdirirlər, böyüdürlər, adını əbədiləşdirirlər. Ona görə ki, nəsillərinin ümumi hərəkətini istədikləri istiqamətə yönəltsinlər. Bəzən həqiqi şəxsiyyətləri olmur, amma dastanlarda, şeirlərdə, müxtəlif milli əfsanə və miflərdə olanları ortaya qoyurlar. Bunların hamısı ondan irəli gəlir ki, xalqlar öz daxilindən böyük nümunələr görməyə ehtiyaclıdırlar. Dünyada bəzi adamlardan hansı şəxsiyyət sizi özünə cəlb edir deyə soruşsanız, ömürlərini nəfsə itaətdə keçirən və yeganə hünərləri yalnız qafillərin xoşuna gələn, kiçik və qafil insanları bir neçə anlıq əyləndirən kiçik, dəyərsiz və əski insanları göstərəcəklər. Allah övliyalarının ən böyük xüsusiyyəti budur. Onlar o qədər şücaətli, güclü və qüdrətlidirlər ki, öz nəfslərinin hakimi ola bilirlər.
nəfslərinə əsir olmurlar. Qədim filosof və hakimlərdən biri barəsində deyilənə görə Makedoniyalı İskəndərə dedi ki, sən mənim qullarımın qulusan. İskəndər təəccübləndi və qəzəbləndi. Dedi ki, qəzəblənmə. Sən öz şəhvətinin və qəzəbinin qulusan. Bir şey istəyəndə dözmürsən, bir şeyə əsəbləşəndə dözmürsən. Bu, şəhvət və qəzəb qarşısında köləlikdir. Halbuki şəhvət və qəzəb mənim köləmdirlər. Bu əhvalat doğru yaxud həqiqətdən uzaq ola bilər. Lakin Allah övliyalarına, peyğəmbərlər və bəşərin ilahi hidayət yolunun bələdçiləri barəsində doğrudur. Onun nümunələri Yusif, İbrahim və Musadır. Allah övliyaları arasında da çoxlu nümunələr vardır. Ən zirək insanlar bu böyük, şücaətli və qüdrətli insanları örnək seçən və bu yolla özlərinə mənəvi iqtidar və əzəmət qazanan şəxslərdir. Əbi Əbdillah əleyhissalamın qiyamı tarix boyu bütün xalqlar qarşısında işıqlı məşəldir. Ondan bəhrələnməklə kamal və səadət yolunu tapmalıdırlar. Belə əzəmətli və parlaq bir iş yalnız böyük və nurlu bir varlıqdan baş verə bilər. Əbi Əbdillah əleyhissalamın və onun yoldaşlarının Aşura hadisəsindəki rəftarı, sözü, onların şəxsi xüsusiyyətləri bütün əsrlərdə və nəsillərdə zirək və fərasətli insanlar üçün əbədi örnəkdir. Belə parlaq və bənzərsiz örnək bəzi diqqətə layiq xüsusiyyətlərə malikdir. Bunlara Aşura hadisəsi daxilində diqqət yetirilməlidir. Hüseyn ibn Əli əleyhissalam tarixin ən pak insanlarına mənsub olmasıyla bütün kainat önündə fəxr edə bilərdi. Lakin heç zaman bu fəzilətlərlə qane olmadı. İlahi fəzilətləri qorumaq və artırmaq, eləcə də öz vücudunun inkişafı və yüksəlişi üçün daim çalışdı. Diqqət yetirin, İmam Hüseyn əleyhissalam Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin övladı idi. Əli ibn Əbu Talib əleyhissalamın və Fatimə-i Zəhra əleyhissalamın övladı idi. Bunların hamısı bir insanı çox ucaldan dəyərlərdi. O, həmin evdə, həmin qucaqda, həmin tərbiyədə, mənəvi mühitdə və ruhani cənnətdə böyümüşdü. Amma bunlarla qane olmadı. Əziz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm dünyadan köçəndə o 8-9 yaşlı bir yeniyetmə, Əmir əl-Möminin əleyhissalamın şəhadəti zamanı isə 37-38 yaşlı bir gənc idi. Əmir əl-Möminin əleyhissalamın sınaq və fəaliyyətdən ibarət olan imamlığı dövründə bu istedadlı şəxs onun əli altında mahirləşmiş, güclü, işıqlı və pak olmuşdu. Əgər bizim kimi bir insanın iradəsi olsa, deyər ki, bu qədər bəsdir, bu yaxşıdır və bununla Allahın görüşünə gedərəm. Hüseyn əleyhissalamın iradəsi isə belə deyil. Qardaşının mübarək həyatı dövründə onun tabeliyində, İmam Həsən əleyhissalam isə imam olarkən həmin əzəmətli hərəkəti davam etdirdi. Yenə inkişaf, qardaşının yanında dövrünün imamının mütləq itaətində durub vəzifələrini yerinə yetirmək. Bunların hamısı dərəcə və ucalıqdır. Bütün anlarını hesablayın. Qardaşı şəhid edildikdən sonra bu həzrətin mübarək həyatı 10 il davam etdi. İmam Həsən əleyhissalamın şəhadətindən İmam Hüseyn əleyhissalamın şəhadətinə qədər 10 ildən bir qədər artıq sürmüşdür. Siz görün, İmam Hüseyn əleyhissalam Aşuradan öncəki bu 10 ildə nə edirdi? Belə böyük bir insanın güclü iradəsi bir anda dayanmamaq üçün örnəkdir. Həmişə inkişaf halında olmaq lazımdır. Çünki düşmən, istər zahiri və maddi düşmən, istər gizli və nəfs düşməni yumşaq torpaq təpəsi arxasında pusqu qurmuşdur və hücum etmək üçün insanın dayanmasını gözləyir. Şəhidlər ağası özünün bütün həyatında göstərdi ki, düşmənin hücumunu saxlamaq və onun sıralarını pozmaq üçün ən yaxşı yol hücum etmək, yəni davamlı inkişaf və ilahi dəyərləri əldə etməkdir. Zamanı tanımaq. Əbi Əbdillah əleyhissalam mövqeyi dərk etməkdə səhvə düşmədi. Kərbəla hadisəsindən öncəki 10 illik imamət və məsuliyyət dövründə Mədinədə digər işlərlə məşğul idi. Kərbəla işini görmürdü. Lakin şərait münasib olan kimi mövqeyi tanıdı və onu əldən vermədi. Digər işləri buraxıb əsas vəzifəsini yerinə yetirməyə başladı. İmam Hüseyn əleyhissalamın yanında olan insanların hər birində bu xüsusiyyət vardı. Onlar zamanı və əsas vəzifəni tanımaqda səhv etmədilər. Dostlarından və köməkçilərindən tutmuş Bəni Haşimə və Əli əleyhissalamın ailəsinə, qardaşı Abbasa və bacısı Zeynəbə qədər.
İmam Hüseyn əleyhissalam müqəddəs babası Həzrət Muhammed ibn Abdullah sallallahu aleyhi və alihi və səlləm kimi cəhalət və fəsad dolu bir dünya ilə tək başına qarşılaşdı. O Həzrətin qorxmayıb dayandığı və irəlilədiyi kimi şəhidlər ağası da qorxmadı, dayandı və irəlilədi. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin hərəkəti və Hüseyn əleyhissalamın hərəkəti vahid mərkəzdə birləşən iki dairə kimidir və bir səmtə yönəlmişdir. Hüseyn məndəndir sözünün mənası da budur. Hadisənin məğzi budur ki, İmam Hüseyn əleyhissalam bu macərada bir qoşunla üz-üzə dayanmadı. İnsanların bir toplumuyla, hətta bir neçə 100 dəfə artıq olsa da tərəf deyildi. İmam Hüseyn əleyhissalam azğınlıq və zülmətlər dünyası ilə qarşı-qarşıya dayanmışdı. Bu mühüm məqamdır. O bir dünya əyrilik, zülmət və zülmlə qarşılaşmışdı. O dünyanın da hər şeyi vardı. Pulu, qızılı, gücü, şeiri, kitabı, rəvayətçisi və axundu. Dəhşətli idi. Adi və hətta qeyri-adi bir insanın bədəni o zülmət dünyasının puç əzəməti qarşısında titriyərdi. Lakin İmam Hüseyn əleyhissalamın ayağı və qəlbi bu dünya qarşısında titrəmədi. Zəiflik və tərəddüd hiss eləmədi və tək başına meydana atıldı. İmam Hüseyn əleyhissalam Aşura gecəsi buyurdu ki, gedin, burada qalmayın. Mənim uşaqlarımın da əlindən tutun, aparın. Bunlar məni istəyirlər. O zarafat etmirdi. Fərz edin onlar qəbul edib getsəydilər, İmam Hüseyn əleyhissalam tək tənha, yaxud 10 nəfərlə qalacaqdı. Elə bilirsiniz İmam Hüseyn əleyhissalamın işinin əzəməti kiçilərdi? Xeyr, elə həmin əzəmətdə qalardı. Əgər İmam Hüseyn əleyhissalamın ətrafında bu 72 nəfərin yerinə 72 min nəfər olsaydı, işin əzəməti kiçilərdi? Xeyr. İşin əzəməti bu idi ki, İmam Hüseyn əleyhissalam təcavüzkar və iddialı bir dünya qarşısında qorxuya düşmədi. Halbuki adi insanlar qorxurlar. Adi olmayan insanlar da qorxurlar. Dəfələrlə dediyim kimi, böyük şəxsiyyət olan Abdullah ibn Abbas və Qüreyşin bütün böyüklərinin övladları o vəziyyətdən narazı idilər. Abdullah ibn Zübeyir, Abdullah ibn Ömər, Əbdurrahman ibn Əbu Bəkr, böyük səhabələrin övladları və bəzi səhabələr bu qəbildəndirlər. Mədinədə çoxlu səhabələr vardı, qeyrətli insanlar vardı. Elə bilməyin ki, onların qeyrəti yox idi. Onlar sonrakı ildə Hərrə hadisəsində Mədinəyə hücum edib hamını qətlə yetirən Müslüm ibn Üqbənin hücumu qarşısında dayandılar, vuruşdular, mübarizə apardılar. Elə bilməyin ki, qorxaq idilər. Xeyr, döyüşkən və qorxmaz idilər. Amma müharibə meydanına girmək şücaəti bir şeydir, bir dünya ilə qarşı-qarşıya gəlmək şücaəti başqa bir şeydir. İmam Hüseyn əleyhissalam ikincisini etdi. İddiaçıların vəfasızlığı. Hər yeri zülmün və fəsadın bürüdüyü belə bir çirkin dünyada Hüseyn ibn Əli əleyhissalam İslamı xilas etmək, İslam hökumətini və cəmiyyətini diriltmək üçün qiyam etdi. Amma o böyük dünyada İslamı və həqiqəti müdafiə iddiaçılarının heç biri ona kömək etmədi. Kərbəla hadisəsində isə hadisələrin mehvəri və İslamın hamının qəbul etdiyi əsas məğzi, yəni Hüseyn ibn Əli əleyhissalamın özü hadisənin içindədir və şəhid olmalıdır. Bunu onun özü də bilir, yaxın səhabələri də. Bu böyük dünyada və geniş İslam ölkəsində onların heç bir yerə, heç bir ümidləri yoxdur. Əsl qəribdilər. O zamankı İslam dünyasının bəzi böyükləri Hüseyn ibn Əli əleyhissalamın öldürülməsinə narahat olmurdular. Çünki onu öz dünyalarına təhlükə sayırdılar. Bəziləri isə narahat olur, amma bu işə o qədər də əhəmiyyətli yanaşmırdılar. Misal üçün Abdullah ibn Cəfər və Abdullah ibn Abbas. Yəni bu qəmli və əzab dolu meydanın xaricindən heç bir ümid gözlənmirdi. Nə vardısa bu Kərbəla meydanında idi. Bütün ümidlər bu bir qrupa dikilmişdi. Bu qrup da şəhidliyə könül vermişdi. Öldürüldükdən sonra da zahiri meyarlara görə kimsə onlar üçün yas tutmadı. Yezid hər yerə hakim idi. Hətta onların qadınlarını əsir apardılar, uşaqlarına da rəhm etmədilər. Bu meydanda fədakarlıq göstərmək çox çətindir. Ey Əbi Əbdillah, sənin müsibətli günün kimi bir gün yoxdur. Məkkədən İmam Hüseyn əleyhissalamla bircə yola çıxan, yaxud yolda o həzrətə qoşulan mindən artıq insandan Aşura gecəsi az bir hissə qaldı. Aşura günü özlərini həzrətə çatdıranlarla bircə 72 nəfər oldular. Sona qədər müqavimət. İmam Hüseyn əleyhissalamın Yezid rejiminə və İslam cəmiyyətinin dönüşü olmayan sapqınlığa qarşı mübarizə qərarı verdiyi zamandan problem və təhdidlər biri o birindən sonra özünü göstərdi.
Əvvəlcə Yezidə beyət etmədiyi üçün Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin şəhərində təzyiqə məruz qaldı. Həcc məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Məkkədə tərəfdarlarının hazırlığını duyduqda qiyam və cihada hazırlaşdı. Lakin ehram paltarında gizlədilmiş xəncərlər və düşmənlərin Allahın təhlükəsiz evinə təcavüz qəsdi onu həcclə vidalaşmağa və Məkkəni tərk etməyə məcbur etdi. Lakin bu mərhələlərin və ondan sonraki hadisələrin heç birində Əbi Əbdillah əleyhissalamın niyyətində zərrə qədər də tərəddüd yaranmadı. Böyük işlərdə insanın qarşısına sədd çəkən amillərin biri şəriətdə qəbul olunan üzrlərdir. İnsan vacib işi və boynuna düşən vəzifələri yerinə yetirməlidir. Lakin bu iş böyük bir problemə səbəb olduqda, misal üçün çoxlu insanlar öldürüləcəksə, daha vəzifəsinin götürüldüyünü düşünür. Siz görün, İmam Hüseyn əleyhissalamın qarşısında yalnız zahiri görən hər bir insanı daşındıra biləcək nə qədər şəriət üzrləri vardı. Bunlar biri o birisindən sonra qarşıya çıxırdı. Əvvəl Kufə xalqının üz çevirməsi və Müslimin öldürülməsi baş verdi. Fərz edin, burada İmam Hüseyn əleyhissalam deməli idi ki, daha bu şəriət tərəfindən qəbul olunan üzrdür və vəzifə götürülür. İstəyirdi Yezidlə beyət etməyək, lakin belə vəziyyətdə mümkün deyil. Xalq da dözmür, deməli, vəzifə üzərimizdən götürülür. Məcbur qaldığımızdan və çarəsizlikdən beyət edəcəyik. İkinci mərhələ Kərbəla hadisəsi və Aşuranın baş verməsidir. Burada İmam Hüseyn əleyhissalam bu məsələyə böyük problemləri bu məntiqlə həll etmək istəyən bir insan kimi yanaşsaydı, deyə bilərdi ki, bu yandırıcı səhrada arvad-uşaqların taqəti çatmaz, deməli vəzifə götürülür. Yaxud Aşura günü düşmənin hücumu başlayanda və İmam Hüseyn əleyhissalamın tərəfdarlarının çoxu şəhid olanda, yəni problemlər özünü daha artıq göstərəndə, o həzrət daha mübarizənin mümkün olmadığı aydın oldu, deyib bununla özünü geri çəkə bilərdi. Yəni İmam Hüseyn əleyhissalamın şəhid olacağı və onun şəhadətindən sonra Əmir əl-Möminin əleyhissalamın və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsinin səhrada naməhrəm kişilərin əlində yalqız qalacağı bəlli olduqda daha namus məsələsi qarşıya çıxır. O, qeyrətli bir insan kimi deyə bilərdi ki, daha vəzifə götürüldü. Bəs qadınlar nə olacaq? Əgər bu yolu davam etdirsək və öldürülsək, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsinin qadınları, Əmir əl-Möminin əleyhissalamın qızları və İslam dünyasının ən pak, ən təmiz qadınları düşmənlərin, şərəf və namusdan bir şey anlamayan veyl kişilərin əlinə düşəcək. Deməli, vəzifə götürüldü. Bir zaman insana deyirlər ki, bu yolla getmə, işgəncə olunman mümkündür. Bəli, güclü insan deyir ki, işgəncə olunum, eybi yoxdur, bu yolla gedəcəm. Yaxud deyirlər, getmə, öldürülmən mümkündür. Böyük insan deyir ki, eybi yox, qoy öldürülüm, bunun əhəmiyyəti yoxdur. Lakin bəzən öldürülməkdən, işgəncə olunmaqdan və çətinlik çəkməkdən söhbət getmir. Deyirlər ki, getmə, sənin bu hərəkətinə görə bəzi insanların öldürülməsi mümkündür. Burada artıq digərlərinin canından söhbət gedir. Getmə, sənin getməyinə görə çoxlu qadınlar, kişilər və uşaqlar çətinlik çəkə bilərlər. Burada canları özləri üçün əhəmiyyət kəsb etməyən şəxslər də dayanırlar. Doğrudan da maraqlıdır ki, Allah Teala Hüseyn əleyhissalamın aşurasının bu meydanını necə də böyük müsibətlərin məcmusu etmişdir. Böyük insanlar və birinci növbədə Həzrəti Əbi Əbdillah Hüseyn əleyhissalam şərəflə, əzəmətlə, dözümlə və şükürlə bu böyük müsibətlərə tab gətirə bildilər. Hadisənin hər iki tərəfi bəşər tarixində bənzərsizdir. Həm o müsibətlər, o sərtlikdə, o çeşidlikdə və hamının səhərdən axşam üstünə qədər öldürüldüyü müsibətlər dünyada bənzərsizdir. Həm də bu müsibətlərin qarşısındakı dözüm tarixdə misilsizdir. O şəhadətlər, o məzlumluqlar, o qürbət hissi, o susuzluq, bir nəfərə ailəsinə görə verilən əzablar, gələcəkdən nigaranlıq, sonra da varlıq aləminin ən əzizinin, yəni Hüseyn ibn Əli əleyhissalamın yoxluğu, ailəsinin, övladlarının, səhabələrinin yoxluğu və sonra da əsirlik. Özü də bir qrup şərəfli insanın əlində əsir olmaq yox. Çünki şərəfli insana əsir düşmək yenə dözüləsidir. O insanlar isə şərəfli insanlar deyildilər. Heç insan deyildilər, heyvan xislətli idilər. İmam Hüseyn əleyhissalamın ailəsi Aşura səhərindən axşam üstünə qədərki bütün müsibətlərdən sonra bu şəkildə əsir düşdü. İxlas və mənəviyyat.
Şəhidlər ağası ilahi və insani xislətlərin zirvəsində durub, gərgin və yolunu azmış bəşəriyyətə əl tutmaq istəyən müqəddəs varlıqdır. O, kamil insan, ixlaslı və Allah üçün paçlanmış bəndədir. O, Allahdan başqa hər bir şeyə göz yummaq yolunda cihad, fədakarlıq, şəhidlik, xarici və daxili düşmənlərlə mübarizə obrazını yaradıb hamıya göstərdi. İmam Hüseyn əleyhissalamın hadisəsi həm düşmənlə, həm də nəfslə cihadın ən yüksək dərəcədə birləşdiyi hadisədir. Allah Teala bilir ki, bu hadisə baş verəcək. Buna görə yüksək nümunə göstərilməli və o yüksək nümunə örnək olmalıdır. Aşura hadisəsi hər iki cəbhədə əzəmətli cihaddan ibarətdir. Həm xarici düşmənlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə. O zaman cəmiyyət ümumi şəkildə daxili fəsada sarı hərəkət edirdi. Nəfslə mübarizə. Şəhidlər ağasının hərəkatı haqq və batilin aşkar mübarizəsində ictimai və siyasi cəhətdən daha geniş olan bir mübarizə cəhətinə malikdir və o, insanların nəfsi və daxilidir. Zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və insan vücudundakı nəfs istəklərinin insanı uca addımlardan saxladığı, ikinci dərəcəli vəzifələrin əsas vəzifələrdən yayındırdığı məqamdır. Bu şəkildə nəfsə qarşı mübarizə və asılılıqlardan qurtuluş şəhidlər ağasının aşurasını bənzərsiz və yeganə etdi. Sənin müsibətli günün kimi gün yoxdur ey Əbi Əbdillah. Fədakarlıq bu böyük insanın və onun yoldaşlarının başında böyüklük tacı və o cəmiyyət əvvəldən sona qədər İslamın fəxirləri məcmusu üçün tac dürrü oldu. Belə ki, daha heç kəsi onlarla müqayisə etmək mümkün deyil. İxlas və həmişəyaşarlıq. Aşura hadisəsində fədakarlıq, daxili və xarici şeytanlarla mübarizə nümayiş olundu. Bu, yalnız şəhidlər ağasının ixlası sayəsində baş verdi. İxlas, yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi, qrup və maddi maraqları ona qarışdırmamaqdır. Əgər Əbi Əbdillah əleyhissalamın vücudunda ilahi ixlas nuru parlamasaydı və möminlərin həmin az qismini öz şüası altına salmasaydı, belə bir hadisə həyata keçə bilməzdi. Hüseyn ibn Əli əleyhissalamın hərəkəti ixlaslı, heç bir niyyətin qarışmadığı, Allah üçün, din üçün və müsəlmanların cəmiyyətini islah etmək üçün idi. Buyurdu: "Mən nə azğınlığa, nə təkəbbürlülüyə, nə də fəsad və zülm törətməyə görə qiyam edirəm. Özünü göstərmək deyil, özü üçün bir şey istəmək deyil, riyakarlıq deyil. Bu hərəkətdə bir zərrə qədər də zülm və fəsad yoxdur. Bu qiyamda məqsədim cəddimin ümmətini islah etməkdir. Bu çox mühüm məqamdır. Yəni başqa heç bir qərəz və məqsəd yoxdur. O, pak niyyəti və günəş kimi zehni bulaşdırmır. Qurani Kərim erkən İslam çağında müsəlmanlara buyurur: Ey möminlər! Yurdlarından təkəbbürlə və özlərini cəmaata göstərmək üçün çıxanlar kimi olmayın. Və İmam Hüseyn əleyhissalam da burada deyir: Mən nə azğınlığa, nə də təkəbbürlülüyə görə qiyam edirəm. 2 xət var. Orada Quran buyurur ki, qürur, xudpəsəndlik və nəfsə pərəstiş üzündən hərəkət edənlərdən olmayın. Yəni, həmin növdən olmayan hərəkət ixlaslıdır. Fəsadlı xəttdə olan hərəkətdə yalnız öz və yalnız mən ortaya qoyulur. Riya özünü bəzəmiş, qiymətli bir ata minmiş, özündən ləlcəvahirat asmış və meydan sulayaraq daxil olur. Hara? Düşmən meydanına. Təsadüfən düşmən meydanı da həmin insanın və onlarla onun kimi adamın həlak olacağı meydandır. Belə bir insanın daxil olması bu cürdür. Onda yalnız nəfs var. Bu bir tərəf. Qarşı tərəfdə ən yaxşı nümunə Hüseyn ibn Əli əleyhissalamdır. Onda egoistlik, mənəmlik, şəxsi, milli və qrup maraqları yoxdur. Bu, Hüseyn ibn Əli əleyhissalamın hərəkatının ilk xüsusiyyətidir. Gördüyümüz hər hansı bir işdə ixlasımız nə qədər artıq olsa, o işin dəyəri daha çox olar. İxlasdan nə qədər çox uzaqlaşsaq, xudpəsəndliyə, egoistliyə, özü üçün işləməyə, özü barədə, şəxsi və milli maraqları barədə fikirləşməyə bir o qədər yaxınlaşmış olacağıq. Tam ixlasla tam egoistlik arasında geniş bir sahə var. Oradan bu tərəfə sarı nə qədər yaxınlaşsaq, işimizin dəyəri bir o qədər azalacaq, faydası azalacaq, təsir müddəti azalacaq. Məsələnin mahiyyəti belədir. Bir məhsulda qatqı nə qədər çox olsa, bir o qədər tez xarab olacaq. Əgər xalis və qatqısız mal olsa, heç zaman xarab olmayacaq.
Real nümunələrdən bir misal vuraq. Bu ərinti əgər 100% qızıl olsa, xarab olmayacaq, paslanmayacaq. Lakin onun tərkibində nə qədər mis, dəmir və bu kimi materiallardan olsa, onun xarab olma ehtimalı çox olacaq. Bu ümumi bir qaydadır. Mənəvi məsələlərdə isə bu tarazlıq olduqca dəqiqdir. Biz maddi və adi baxışımıza görə anlamırıq, lakin mənəviyyət və bəsirət adamları anlayırlar. Bu işin mütəxəssisi, sərrafı və zərgəri Allah Tealadır. Həqiqətən xalisi qatqıdan ayıran Allah çox dəqiqdir. Əgər bizim işimizdə bir iynə ucu qədər qatqı olsa, həmin işin dəyəri bir o qədər azalacaq və Allah onun təsirini azaldacaq. Allah Teala əyarı dəqiq tanıyır. İmam Hüseyn əleyhissalamın işi bir iynə ucu qədər də qatqısı olmayan işlərdəndir. Məhz buna görə bu xalis məhsul indiyədək qalmış və əbədi olaraq qalacaqdır. Bu qrup o səhrada qərib şəkildə öldürüldükdən, bədənləri orada dəfn olunduqdan, onların əleyhinə bu qədər təbliğat aparıldıqdan və tarmar edildikdən sonra, şəhid olduqdan sonra Mədinə şəhərinə od vurub, Hərrə hadisəsi sonrakı ildə baş verdi. Bu Gülüstanı alt-üst və onun güllərini ləçə-ləçə etdikdən sonra kim inanardı ki, bir də kimsə bu Gülüstandan gülab ətri doyacaq? Həmin Gülüstanın bir gülünün bu təbiət aləmində qalması hansı təbii qayda ilə uyğun gəlir? Lakin siz görürsünüz ki, zaman ötdükcə o Gülüstanın ətri dünyaya daha çox yayılır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin Hüseyn ibn Əli əleyhissalamın babası olduğunu və onun öz babasının yolunu davam etdirdiyini qəbul etməyən şəxslər də Hüseyni qəbul edirlər. Atası Əli əleyhissalamı qəbul etmirlər, lakin onu qəbul edirlər. Allahı qəbul etmirlər. Hüseyn ibn Əli əleyhissalamın Allahını qəbul etmirlər, lakin Hüseyn ibn Əli əleyhissalamın qarşısında hörmət bildirirlər. Bu, sözü gedən ixlasın nəticəsidir. Əbi Əbdillah əleyhissalam haqlı olaraq anlamışdı ki, onun və köməkçilərinin sonu şəhid olmaq və qana boyanmaqdır. Lakin yaxşı bilirdi ki, onun yolu və sözü həyata keçəcək, həmişə yaşayacaq. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə ixlaslı insan üçün öz varlığı mühüm deyil. Böyük ariflərin biri bir məktubda yazmışdı ki, fərz edək İslamın böyük Peyğəmbər sallallahu aleyhi və alihi və səlləminin gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görüləydi, lakin başqa bir şəxsin adı ilə. Bu zaman İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm narazı qalardımı? Deyərdimi ki, başqasının adına çıxdığından mən bunu etməyəcəm. Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur. Onun ixlası var. İrfan və qəhrəmanlıq. Aşura hadisəsi hər biri bir dağı titrədən və canından keçmiş insanları da dayandıran həssas mövqelərlə və mürəkkəb hadisələrlə doludur. Əbi Əbdillah əleyhissalam bütün bu böyük və ağır hadisələrin qarşısında dayandı, ayağı titrəmədi. Çünki aydın baxışı vardı. Agah idi, öz nəfsinə qalib gəlmişdi. Allahın qarşısında kiçilmiş və təslim olmuşdu. Həmin həmişə yaşar və bənzərsiz cihad və şəhadət həmin mənəviyyatın, irfanın, Allahda fani olmağın, məşuqa qarşı bitməyin, özünü Rəbbin müqəddəs zatının iradəsi qarşısında görməməyin məhsuludur. Aşuranın əzəmətli hadisəsinə, böyük qəhrəmanlığına və aşiqanə macərasına aşiq və arif gözlə baxmaq lazımdır ki, Hüseyn ibn Əli əleyhissalamın bu bir gecə və yarım gündüzdə nə etdiyi və hansı əzəməti yaratdığı bəlli olsun. Çoxları mömindir, gedib cihad edir və şəhadətə də qovuşurlar. Şəhadətdir və heç bir şeyə əski deyil. Lakin bir şəhadət də var ki, iman ruhundan artıq, yanğılı bir qəlbdən, Allah yolunda və Rəbbin məhəbbətində dözümsüz və alovlu ruhdan, ilahi zatda və atributlarda qərq olmaqdan qaynaqlanır. Belə cihadın ayrı ləzzəti olur. Bu ona başqa bir ləzzət bəxş edir, kainata başqa cür təsir göstərir. O əzəmətli hadisəni belə bir şəxsiyyət yaratmışdır. Bu şəxsiyyət Ərəfə kimi bir duada mənəviyyat və irfanın möhtəşəm dərəcələrini nümayiş etdirir. Ərəfə duası özünü Rəbbin müqəddəs zatı qarşısında fani görmək üçün Həzrəti Haqq Təalanın lütfündə təvəssüllə və yanıb yaxılmaqla doludur. Əhl-i-Beyt əleyhissalamın zəburu kimi irfan eşqinin və şövqünün nəğmələri ilə doludur.
İmam Səccad əleyhissalamın bəzi duaları sanki onun duasının izahı və şərhidir. Yəni o birincidir, bu ikinci. Möhtəşəm və şərafətli Ərəfə duasının, bu Həzrətin Aşura ərəfəsindəki sözlərinin və digər yerdəki xütbələrinin qəribə mənası və ruhu var. Uca və zərif bilgilərin və mənəvi həqiqətlərin zəngin dəryasıdır. Həmin ruhiyyəni Həzrətin öz dövrünün böyüklərinin, İslam böyüklərinin, tabeələrin, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin səhabələrini görmüş müsəlmanların və digərlərinin toplantısında Minada etdiyi müraciətdə müşahidə edirsiniz. Aşura və Kərbəla hadisəsində qəhrəmanlıq və döyüş meydanı olmasına baxmayaraq, ilk andan mübarək üzünü Kərbəlanın isti qumlarının üzərinə qoyub, İlahi sənin qəza və qədərinə razı və əmrinə tabeyəm dediyi son ana qədər zikr, münacat və təvəssül halında olmuşdur. Məkkədən çıxarkən kim bizim yolumuzda canından keçir və Allah liqasını vətən seçirsə bizimlə gəlsin dediyi zamandan qətilgah çökəyliyində sənin qəza və qədərinə razıyam dediyi son ana qədər dua ilə, təvəssüllə, Allahın görüş vədəsi ilə və həmin Ərəfə əhval ruhiyyəsi ilə yaşayır. Yəni Aşura macərasının özü də bir irfani macəradır. Döyüşdür, öldürmək və öldürülməkdir, qəhrəmanlıqdır. Aşura qəhrəmanlıqları olduqca yüksək səviyyəli nümunədir. Lakin siz bu qəhrəmanlığın əsas quruluşuna baxsanız, görərsiniz ki, onda irfan var, mənəviyyat var, münacat və Ərəfə duasının ruhiyyəsi var. Odur ki, İmam Hüseyn əleyhissalamın şəxsiyyətinin digər cəhətinə də bu cihad və şəhadət cəhəti kimi əzəmətlə və onun kimi yüksək şəkildə diqqət yetirilməlidir. Bu tanımanın nəticəsi Allaha etimaddır. Zahiri məsələlərə görə bu şölə Kərbəla səhrasında sönəcək. Bunu Kufədən gələn şair Fərəzdəq və sükut etməyi tövsiyə edən digər şəxslər də görürdülər. Yalnız Əbi Əbdillah əleyhissalam yox. Lakin Allaha etimad hökm edirdi ki, bu zahiri nəticələrə rəğmən onun haqq sözünün qalib olacağına əmin olsun. Buna görə buyurdu: "Həqiqətən yalnız bizim qoşunumuz qalibdir. Allahın bu qalib əsgərlərinin bir çoxu cihad zamanı şəhid olur və məhv edilirlər. Lakin eyni zamanda qələbə onlarındır." Həmin ilahi inanc Kərbəla şəhidlərini elə yüksəltdi ki, qəlblərini zirehlərinin üstündən geyindilər. Zireh bədəni qorumaq üçündür. Lakin onların Allaha etimadlı və arxayın qəlbləri onların bədənlərini və zirehlərini qoruyurdu. İzzət və iftixar. Əbi Əbdillah əleyhissalam elə bənzərsiz bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi ki, ondan öncə heç zaman buna şərait yaranmamışdı. O, Mədinədən Kərbəlaya uzanan yol boyu həmin vacib əməli özünün məqsədi kimi izah etdi və bu yolu sona qədər davam etdirmək əzmində olduğunu bildirdi. Mübarək boğazından ucalan zillət bizdən uzaqdır fəryadı, tarix boyu izzət və iftixar mənbəyi olan həmin müqavimətin və dirənişin əks sədası oldu. İmam Hüseyn əleyhissalamın hərəkəti izzət hərəkəti idi. Yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin qoyduğu yolun izzəti. İmam Hüseyn əleyhissalamın bütün mərhələlərdəki rəftarı izzətlə, başucalığı ilə və eyni zamanda Pərverdigarın qarşısında mütləq təslimçilik və bəndəliklə doludur. Mədinədə, Məkkədə, Kufə yolunda və Kərbəlada Yezidin zalım və qəddar hökuməti öz təbliğatı ilə Hüseyn ibn Əli əleyhissalamı qınıyırdı. Onun ədalətli quruluşa və İslam hökumətinə qarşı özü də dünya üçün qiyam etdiyini göstərmək istəyirdi. Bəzi adamlar bu yalan təbliğata inanırdılar. Hüseyn ibn Əli əleyhissalam Kərbəla səhnəsində cəlladlar tərəfindən faciəli şəkildə şəhid edildikdə də onu bir qələbə və zəfər kimi qeyd etdilər. Buna görə də mən dəfələrlə demişəm ki, bizim dövrümüzün şəhidləri, Bədr şəhidləri, Hüneyn şəhidləri, Ühüd şəhidləri, Siffeyn şəhidləri və Cəməl şəhidləri ilə müqayisə olunasıdırlar. Onların bir çoxlarından üstündürlər. Lakin Kərbəla şəhidləri ilə müqayisə olunası deyillər. Heç kəs Kərbəla şəhidləri ilə müqayisə olunası deyil. Nə bugün, nə dünən, nə İslamın əvvəlindən və nə də Allah Teala'nın bildiyi və istədiyi zamana qədər. O şəhidlər çox üstündürlər. Əli Əkbər və Həbib ibn Məzahir üçün başqa bir bənzər tapmaq olmaz. Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla insanın düşmənin əzəməti qarşısında tərəddüdə düşməməsi üçün bir nümunədir. Bu, sınaqdan çıxmış bir örnəkdir.
Aşura hadisəsini həmişəyaşar edən böyük sir budur. Tarix böyüklüyündə Aşura. Məsum imamların həyatında onların İslam quruluşu qurmaq istəyinə və fəaliyyətinə dair çoxlu nümunələr vardır. İmamlar bu mühüm iş üçün müxtəlif nümunələr təqdim etmişlər. Şəhidlər ağasının qiyamı və hərəkəti bunların ən mühümüdür. İmam Hüseyn əleyhissalam bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi. Bu vacib əməl tarix boyu müsəlmanların hər birinə aiddir. İslam cəmiyyəti quruluşunun köklü bir fəsada düçar olduğunu və İslam hökmlərinin bütünlüklə dəyişmək ehtimalının olduğunu gördükdə hər bir müsəlman qiyam etməlidir. Sözsüz ki, münasib şəraitdə, yəni bu qiyamın təsir bağışlayacağı bilindiyi zaman. Sağ qalmaq, öldürülməmək və əziyyət görməmək şərt deyil. Bunlar şərtlərdən sayılmır. Odur ki, İmam Hüseyn əleyhissalam qiyam etdi və bu vacib əməli surətdə yerinə yetirdi ki, hamıya dərs olsun. Əbi Əbdillah əleyhissalamın qiyamından öncə heç kəs bu önəmli işdən xəbərdar deyildi. Çünki Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin dövründə belə bir hərəkətə səbəb yox idi. Əmir əl-Möminin əleyhissalamın və İmam Həsən əleyhissalamın dövründə də qarşıya çıxmamışdı. İmam Hüseyn əleyhissalam yaranmış şəraitdə bu dərsi əməli surətdə bütün nəsillərə göstərdi. Əgər İmam Hüseyn əleyhissalamdan bir kəlmə də söz nəql olunmasaydı, biz vəzifəmizin nə olduğunu anlamalıydıq. Əsir olan, zəncirlənən, başçılarının fəsadına düçar olan, din düşmənlərinin hakim olduğu, həyatına və taleyinə qənim kəsildiyi bir xalq hər zaman vəzifəsinin nə olduğunu anlamalıdır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin məsum və imam oğlu belə bir şəraitdə nə etməli olduğumuzu göstərmişdir. Dillə olmurdu. Əgər bunu 100 formada deyib özü əməl etməsəydi, bu sözün tarixdən keçib bu günə çatması imkansız olardı. Təkcə nəsihət etməklə və dillə deməklə tarixdən keçmir. Min cür izah edir və yozurlar. Odur ki, əməl olmalıdır. Özü də belə böyük bir əməl, çətin bir əməl. İmam Hüseyn əleyhissalamın belə möhtəşəm və qəmli fədakarlığı. Müasir dünyanın hətta müsəlman olmayan böyük rəhbərlərinin belə dedikləri söylənmişdir. Biz mübarizə yolunu Hüseyn ibn Əli əleyhissalamdan öyrəndik. Hüseyn ibn Əli əleyhissalam bugünkü dünyada ötən əsrlərə nisbətən daha artıq tanınmışdır. Hazırki dövrün vəziyyəti elədir ki, onun qərəzsiz mütəfəkkirləri və ziyalıları İslam tarixinə baxıb şəhidlər ağasını görür və ona təzim göstərirlər. Hətta İslamı tanımayanlar da azadlıq, ədalət, izzət, ucalıq və uca insani dəyərlər prizmasından baxır və İmam Hüseyn əleyhissalamı özünün azadlıq istəyində, ədalət istəyində, pisliklərə, çirkinliklərə qarşı mübarizəsində, insan cəhaləti və zəbunluğu ilə vuruşmasında öz imam və rəhbərləri görürlər. Aşura dərsləri. Aşura öyrədir ki, dini qorumaq üçün fədakarlıq göstərmək lazımdır. Öyrədir ki, Quran yolunda hər şeydən keçmək lazımdır. Öyrədir ki, haqq və batilin döyüş meydanında kiçik və böyük, qadın və kişi, qoca və gənc, görkəmli və adi, imam və rəiyyət hamılıqla bir sırada dururlar. Öyrədir ki, bütün zahiri gücünə rəğmən düşmənin cəbhəsi olduqca zəifdir. Necə ki, Bəni Ümeyyə cəbhəsi Aşura əsirlərinin karvanı sayəsində Küfədə iflasa uğradı, Şamda iflasa uğradı, Mədinədə iflasa uğradı və nəhayət bu hadisə Süfyani cəbhəsinin məhvi ilə nəticələndi. Aşura öyrədir ki, dini müdafiədə insan üçün hər şeydən artıq agahlıq lazımdır. Agah olmayanlar aldanırlar. Agah olmayanlar özləri də bilmədən zalım cəbhəsinə keçirlər. Necə ki, İbn Ziyadın cəbhəsində fasiq və günahkar olmayan, lakin avam olan insanlar da vardı. Bunlar Aşuranın dərsləridir. Sözsüz ki, bu dərslər bir xalqı zillətdən izzətə çatdırmağa yetər. Bu dərslər küfr və imperializm cəbhəsini məğlub edə bilər. Bunlar həyatı islah edən dərslərdir. Aşura dərsləri fədakarlıq, dindarlıq, şücaət, xeyirxahlıq və Allah üçün qiyam dərsidir. Heç bir zaman çərçivəsində həbs olunmayan canlı, əbədi və həmişəyaşar məhəbbət və eşq dərsidir. Əbi Əbdillah əleyhissalamın qiyamı İran xalqının örnəyi. Tarixdə Aşuranın təsirləri saysız hesabsızdır. Onların ən mühüm olanı məzlum Şiə firqəsinin həmişəyaşarlığı və dinamikliyidir.
Hüseyn əleyhissalamın təlimləri Şiə təlimlərinin əzəmətli bir hissəsini təşkil edir. Əməli baxımdan şiələr və şiə cəmiyyətləri arasında ən hərəkətverici ünsürdür. Bütün tarix boyu və münasib zamanda hər bir şəxs Əbi Əbdillah əleyhissalamın bütün dövrlərdəki insanlara göstərdiyi örnək əsasında qiyam edib İslam quruluşu yaratmağa çalışa bilər. Lakin İmam Hüseyn əleyhissalamdan sonra böyük qeyb dövrünün başlanmasına qədər həmin əbədi örnəyi icra etmək üçün münasib şərait yaranmadı. Bunun nə üçün yaranmamasının təhlili var. Çünki görülməli olan digər mühüm işlər vardı və İslam cəmiyyətində imamların dövrünün sonuna və qeyb dövrünün əvvəlinə qədər belə bir şərait ümumiyyətlə yaranmadı. Bəli, tarix boyu müsəlman ölkələrində belə şəraitlər çox yaranır. Bu gün də bəlkə İslam dünyasında şəraitin yarandığı və müsəlmanların eyni işi görməli olduğu yerlər var. Əgər görməsələr vəzifələrini yerinə yetirməmiş və İslamı ümumiləşdirməmişlər. Hər halda 1-2 nəfər məğlub olacaq. Bu dəyişdirmə, qiyam və islahatçı hərəkət təkrar olunsa, şübhəsiz fəsadın və azğınlığın kökü kəsiləcək və məhv ediləcək. İnqilabdan öncə bir məclisdə bir məsəl yadıma düşdü və onu dedim. O məsəl Mövləvinin Məsnəvi əsərində yazdığı tutuquşu hekayəsidir. Bir nəfərin evində bir tutuquşu vardı. Sözsüz ki, bu bir məsəldir və məsələlər həqiqəti izah etmək üçündür. Bir dəfə o Hindistana getmək üçün ailəsi ilə xudahafizləşdi. Həmin tutuquşu ilə də sağollaşdı. Dedi ki, mən Hindistana gedirəm. Ora sənin vətənindir. Tutuquşu dedi ki, filan yerə get. Mənim qohumlarım və dostlarım oradadırlar. Onlara de ki, sizin biriniz bizim evimizdədir. Mənim vəziyyətimdən onlara danış və de ki, qəfəsdə bizim evimizdədir. Səndən başqa bir şey istəmirəm. O, səfər əsnasında həmin yerə çatdı. Gördü ki, bəli, ağacların üstündə çoxlu tutuquşu oturub. Onları çağırıb dedi ki, ey əziz, danışan və yaxşı tutuquşular, mən sizə xəbər gətirmişəm. Sizdən biriniz bizim evimizdədir. Vəziyyəti də çox yaxşıdır. Qəfəsdə yaşayır, amma çox yaxşı yaşayışı və münasib qidası var. O, sizə salam söyləmişdir. Tacir bu sözü deyən kimi gördü ki, ağacların budaqları üzərində oturmuş həmin tutuquşuların hamısı qanadlarını çırpıb yerə düşdülər. İrəli getdi, gördü ki, hamısı ölüb. Çox təəssüfləndi və dedi, mən nə üçün elə bir söz dedim ki, bu qədər heyvan, misal üçün 5-10 tutuquşu canlarını əldən verdilər. Amma daha keçmişdi və bir iş görə bilmirdi. Tacir qayıtdı, öz evinə çatıb tutuquşunun qəfəsinə sarı getdi, dedi ki, sənin sözünü çatdırdım. Tutuquşu soruşdu ki, nə cavab verdilər? Tacir dedi ki, sənin sözünü eşidən kimi hamısı ağaclar üzərində qanadlarını çırpdılar və yerə düşüb öldülər. Bu söz tacirin dilindən çıxan kimi bu tutuquşu da qəfəsdə qanadlarını çırpdı və qəfəsin içinə düşüb öldü. Çox təəssüfləndi, narahat oldu. Qəfəsin qapısını açdı, tutuquşu daha ölmüşdü, saxlamaq olmazdı. Ayağından tutub onu evin üstünə sarı tulladı. Tullayan kimi tutuquşu havada qanad çalmağa başladı və uçub divarın üzərinə qondu. Dedi ki, əziz tacir dost, sənə çox təşəkkür edirəm. Sən özün mənim azadlığıma vasitə oldun. Mən ölməmişdim, özümü ölülüyə vurmuşdum. Bu dərsi həmin tutuquşular mənə öyrətdi. Onlar bildilər ki, mən burada qəfəsdə əsir və dustağam. Hansı dillə mənə deməli idilər ki, xilas olmaq üçün nə iş görüm? Əməli surətdə bunu mənə göstərdilər. Öl ki, yaşayasan. Mən onların mesajını aldım. Bu, uzaq məsafədən, həmin bölgədən mənə çatan əməli dərs idi. Mən o dərsdən istifadə etdim. Mən o zaman bu sözü eşidən qardaş və bacılara dedim ki, mənim əzizlərim, İmam Hüseyn əleyhissalam hansı dillə deməlidir ki, sizin vəzifəniz nədir? Şərait həmin şəraitdir. Həyat eyni həyatdır. İslam da həmin İslamdır. Müsəlman İran xalqı şəhidlər ağasının nəslindən olan bir nəfərin rəhbərliyi ilə Hüseyn əleyhissalamın yolu, yəni düşməndən qorxmamaq və güclü düşmənlə mübarizəyə atılmaq yolu ilə getdi. Baş ucalığı və əzəmətlə İslam və dünya xalqları arasında İslam quruluşunu bərqərar etdi. İmam Hüseyn əleyhissalamın dövründə görülən işin kiçik forması bizim imamımızın dövründə görüldü. Lakin orada şəhadətlə nəticələndi, burada isə hökumətlə. Bu da odur, fərqi yoxdur. İmam Hüseyn əleyhissalamın məqsədi bizim böyük imamımızın məqsədi ilə bir idi. Bu məsələ Hüseyn əleyhissalamın inancının əsasıdır. Tarixin dövrləri fərqli olur. Bəzən əlverişli şərait var, bəzən yoxdur. İmam Hüseyn əleyhissalamın zamanında var idi. Bizim zamanımızda da var idi. İmam da həmin işi gördü. Məqsəd bir idi.
Lakin insan bu məqsədə sarı gedəndə İslamı, İslam cəmiyyətini və İslam quruluşunu özünün düzgün mövqeyinə qaytarmaq üçün batil hökumətin və mərkəzin əleyhinə qiyam etmək istəyəndə bəzən qiyam edən hakimiyyətə gəlir. Bu onun bir növüdür. Bizim dövrümüzdə də Allahın lütfu ilə belə oldu. Bəzən də bu qiyam hakimiyyətlə nəticələnmir, şəhadətlə nəticələnir. Bizim dövrümüzün şəhid anaları həqiqətən Zeynəbin işini gördülər. Mən bir şəhid anaları, 2 şəhid anaları, 3 şəhid anaları çox görmüşəm. Lakin onlardan zəiflik və acizlik duyulanı olmayıb, yaxud az olub. Analar doğrudan da qəhrəman qadınlardı. Bizim şəhid analarımızın əsas örnəyinin Zeynəb-i Kübra olduğu görünür. Onun 2 gənc oğlu Övn və Muhammed şəhid oldular. Amma Həzrət Zeynəb reaksiya vermədi. Allah Teala bizim imamımızı uca məqama çatdırdı. Maddiyyat və hegemonluq dünyasının məhv etmək, unutturmaq və kiçiltmək istəməsinə rəğmən onu qorudu, böyütdü və əbədiləşdirdi. Səbəbi bu idi ki, İmam Hüseyn əleyhissalamın hərəkatının bu 3 xüsusiyyəti onda vardı. Əvvəla ixlaslı idi və özü üçün heç bir şey istəmirdi. İkincisi, öz Allahına etimadı vardı. İşin və məqsədin həyata keçəcəyini bilirdi. Allahın bəndələrinə də etimadı vardı. Üçüncüsü isə zamanı və mövqeyi əldən vermədi. Lazım olan anda lazım olan addımı atdı. Lazım olan söhbəti etdi, lazım olan işarəni verdi və hərəkəti etdi. Hər iki hərəkətdə aşkar surətdə mövcud olan xüsusiyyətlərdən biri də şücaət və müqavimətdir. Böyük imam bu 2 xüsusiyyətdə İmam Hüseyn əleyhissalamın əsl ardıcılı idi. Bu təkcə inqilabın qələbə çalmasına yox, həm də sonrakı qələbələrə bais oldu. İmama deyirdilər ki, ağa, siz şahla vuruşursunuz, bu təhlükəlidir. İmam bilmirdi ki, təhlükəlidir. İmam bilmirdi ki, Pəhləvi rejiminin təhlükəsizlik orqanları insanları tutur, öldürür, işgəncə verir, insanın dostlarını öldürür və sürgün edir. İmam bunları bilmirdi. İnqilab dövründə və onun qələbəsindən sonra dünya 2 qütüblü idi. Hər 2 qütb İslam hərəkatının və inqilabının düşməni idi. Bu məsələdə birləşmişdilər. Yekdil və həmrəy idilər. İmam isə müqavimət göstərdi, geri çəkilmədi, öz sözündən, şüarından, məqsədindən və yolundan dönmədi. İmamın ağzından düşmənlərin istədiyi hətta bir kəlmə söz də çıxmadı. Bu Hüseyn əleyhissalamın müqavimətidir. İmam Hüseyn əleyhissalamın müqavimətinin bugünkü formada olan kiçik bir nümunəsidir. Aşura hərəkatının aydın xətlərindən biri və bəlkə də əsas xətti İmam Hüseyn əleyhissalamın müqavimətindən ibarətdir. Bizim böyük imamımız öz hərəkatında, şəxsiyyətində və həyatında həmin xətti seçdi və bununla da İslam Respublikasını sığortalaya, düşməni təhdid və təzyiqdən daşındıra bildi. Düşmənə başa saldı ki, təzyiqin təsiri yoxdur, təhdidin təsiri yoxdur, hücumun təsiri yoxdur. Bu hərəkət və bu rəhbər elə bir cərəyan və elə bir şəxs deyildi ki, bu sözlərlə getdiyi yolundan dönsün. Mübarizə dövründə və qələbədən sonra müxtəlif insanlar və hətta bəzi mübarizlər müqavimət və hərəkətin davamı üçün sərhəd təyin edir, artan təhdidlərin və düşmənçiliklərin qarşısında razılaşmağı və güzəştə getməyi tövsiyə edirdilər. Onlarda imamın şücaəti yox idi. Dünyada mübarizə və dirəniş adamı olub, döyüş səhnəsindən qorxmayan adamlar var. Lakin döyüş meydanına girmək bir şeydir, bütöv bir dünya ilə vuruşmaq şücaəti başqa bir şeydir. İmam Hüseyn əleyhissalamda ikincisi vardı. İkincisi üçün hərəkət etdi. Buna görə mən dəfələrlə təkid etmişəm ki, bizim böyük imamımızın hərəkəti Hüseyn əleyhissalamın hərəkətidir. Bizim dövrümüzdə böyük imamın işində Hüseyn əleyhissalamın hərəkətindən bir damla vardı. İndi bəziləri deyəcəklər ki, İmam Hüseyn əleyhissalam Kərbəla səhrasında susuz şəhid oldu. Lakin böyük imamımız belə izzətlə hakim oldu, yaşadı, dünyadan köçdü və dəfn edildi. Məsələnin göstəricisi bunlar deyil. Göstərici hər bir şeyi olan bir dünya ilə vuruşmaqdır. Nə qədər ki İslam hərəkatının qarşısında düşmən var və nə qədər ki dünya şeytanlarının istəyinin əksinə olaraq din və İslam quruluşu ayaqdadır, şəhidlər ağasına iqtida və İslamın bu həmişəlik keşiyçisinin dərslərinə əməl etməkdə davam edəcək. Harada bu qəbildən bir fəsad olsa, İmam Hüseyn əleyhissalam oradadır. Öz rəftarı və əməli ilə sizə nə etməli olduğunuzu deyir. Vəzifə budur. Odur ki, İmam Hüseyn əleyhissalamın və Kərbəlanın xatirəsi yaşamalıdır. Çünki bunu öyrədən Kərbəlanın xatirəsidir.
Bəzən şəhidin qanını yaşatmağın əziyyəti və zəhməti şəhidliyin özündən az olmur. İmam Səccad əleyhissalamın 30 illik və Zeynəb-i Kübranın bir neçə illik əziyyəti bu qəbildəndir. Əziyyət çəkib bu qanı qorudular. Sonra da qeyb dövrünə qədər digər imamlar bu əziyyəti çəkmişlər. Bizə deyiblər ki, hər il İmam Hüseyn əleyhissalam üçün ağlayın. Ağlamaq bir faciəni canlı yaşatmaqdır. Sanki dünən baş vermişdir. 1400 il öncə bir insan şəhid olmuşdur. Nə üçün bu gün ona ağlamaq lazımdır? Bizim ağlamağımız bundan ötürüdür ki, onun xatirəsi özünün bütün cəhətləri ilə birgə bizim zehnimizdə, həyatımızda və varlığımızda yaşasın. Əks təqdirdə onun düşüncəsi və işarəsi də tədricən zəifləyəcək. Biz istəsək də, istəməsək də. Əbi Əbdillah əleyhissalamın qiyam hadisələrini deməkdə iki növ qatqı mövcuddur. Biri heç bir düzgün əsası və istinadı olmayan və bütünlüklə rəvasız və yalan olan qatqılardır. Bunları olduqca diqqətlə tanımaq və onlardan çəkinmək lazımdır. Bəzi yanlış sözlər isə hətta bəzi kitablarda da yazılmışdır. Onlar da Hüseyn əleyhissalamın hərəkatının məna və məfhumuna münasib və layiq deyil. Alim və təbliğatçılar çalışmalıdırlar ki, faciə söyləməyi və rövzəni bacardıqları qədər tarixi əsərin üzündən oxusunlar. Bunun üçün ən yaxşı tarix kitablarından biri Lühuf kitabıdır. Əli ibn Tavus Hicrətin 6-cı əsrinin böyük şiə alimlərindəndir. Onun ailəsi hamılıqla elm və din xadimləridir. Onların hamısı yaxud çoxusu yaxşıdırlar. Xüsusən də bu iki qardaş Əli ibn Musa ibn Cəfər ibn Tavus və Əhməd ibn Musa ibn Cəfər ibn Tavus. Bu iki qardaş böyük alimlərdən, müəlliflərdən və etimadlı şəxslərdəndirlər. Məşhur Lühuf kitabı Seyyid Əli ibn Musa ibn Cəfər ibn Tavusun əsəridir. Bizim minbər alimlərimizin təbirlərində bu kitabın bəzi hissələri eyni ilə hədis kimi oxunur. Çünki çox əsaslı və mühümdür. Şübhəsiz ki, düzgün hədis və rəvayətlərdən nəql edilmişdir. Bundan əlavə, absurd qatqılar mərsiyə və növhələrin mətnindən çıxarılmalıdır. Tarix elmində isbat olunmuş bir şeyin ziddini oxumayın. Üstəlik, Seyyid ibn Tavusun lühufunda olan da hər halda vahid xəbərdir. Diqqət yetirin ki, oxuduğunuz məntiqli olsun. Əlbəttə, bu o demək deyil ki, insan hər bir məntiqli sözü özündən qurub oxusun. Xeyr, həqiqət və reallıqlara istinad edin. Qasim ibn Həsən əleyhissalamın meydana getməsi. Mən bu gün İbn Tavusun Lühuf kitabının üzündən bir neçə cümlə rövzə oxumaq və bu əzəmətli səhnələrin bir neçəsini siz əzizlərə söyləmək istəyirəm. Qabaqcadan deyim ki, bu kitab çox mötəbər kitabdır. Bu Seyyid ibn Tavus fəqihdir, arifdir, etimadlı adamdır. Hamının hörmət göstərdiyi böyük şəxsiyyət və çox böyük fəqihlərin müəllimidir. Özü ədib, şair və çox dəyərli şəxsiyyətdir. O, çox mötəbər və müxtəsər olan ilk məqtəl İmam Hüseyn əleyhissalamın faciəsi kitabını yazmışdır. Düzdür, ondan öncə çoxlu məqtəllər yazılmışdır. Onun müəllimi olan İbn Nömanın məqtəli var, Şeyx Tusinin məqtəli var, digərlərinin də həmçinin. Ondan öncə çoxlu məqtəllər yazılmışdır. Lakin Lühuf gəldikdə o məqtəllərin təxminən hamısını kölgədə qoydu. Bu çox yaxşı məqtəldir. Onun sözləri çox yaxşı, dəqiq və müxtəsərdir. Mən indi bunlardan bir neçə cümlə oxuyuram. Bu hadisələrin biri Qasim ibn Həsən əleyhissalamın meydana getməsidir. Bu olduqca möhtəşəm səhnədir. Qasim ibn Həsən əleyhissalam İmam Hüseyn əleyhissalamın dəstəsinin yeniyetmələrindən biridir. Hələ həddi buluğa çatmamışdır. Aşura gecəsi İmam Hüseyn əleyhissalam belə bir hadisənin baş verəcəyini, hamının öldürüləcəyini deyəndə, hamıya getmə icazəsi verəndə, lakin səhabələr qəbul etməyəndə bu 13-14 yaşlı yeniyetmə dedi: "Əmican, mən də meydanda şəhid olacağam." İmam Hüseyn əleyhissalam bu yeniyetməni sınamaq üçün buyurdu ki, "Əzizim, sənə görə öldürülmək necə bir şeydir?" Cavab verdi ki, baldan şirindir. Baxın, bu Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsinin dəyər sistemidir. Əhl-i-Beyt əleyhissalamın tərbiyə etdiyi belədir. Bu yeniyetmə uşaqlıqdan İmam Hüseyn əleyhissalamın qucağında böyümüşdü. Yəni atası dünyadan köçərkən təxminən 3-4 yaşı vardı. İmam Hüseyn əleyhissalam bu yeniyetməni böyütmüşdür. Ondan tərbiyə almışdır. İndi Aşura günü bu yeniyetmə əmisinin yanına gəlir. Orada bu hadisələri yazıb qeyd edən rəvayətçilər vardı.
Bu hadisələr orada olan bir neçə nəfərdən nəql olunmuşdur. Onlardan biri belə deyir: Biz eləcə baxırdıq. Birdən gördük ki, Əbi Əbdillah əleyhissalamın çadırları tərəfdən yeniyetmə bir oğlan bayıra çıxdı. Onun üzü ay kimi parlayırdı. Gəldi və vuruşmağa başladı. Bunu bilin ki, Kərbəla hadisəsinin xırdalıqları da qeyd olunmuşdur. Kim hansı zərbəni vurdu, kim birinci vurdu, kim filan şeyi oğurladı, bunların hamısı qeyd olunmuşdur. Misal üçün, imamın köynəyini oğurlayıb aparan şəxsə sonradan köynək oğrusu deyirdilər. Odur ki, xırdalıqlar qeyd olunmuşdur və məlumdur. Yəni Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ailəsi və onun dostları bu hadisəni tarixdə itməyə qoymamışlar. Zərbə bu gəncin başını yardı. Bu oğlan üzü üstə yerə yıxıldı, ucadan əmisini çağırdı. İbarələrin bu xüsusiyyətlərinə və gözəlliklərinə diqqət edin. Deyir ki, İmam Hüseyn əleyhissalam qırğı kimi özünü bu yeniyetmənin başı üstünə çatdırdı, sonra qəzəbli şir kimi hücum etdi. Əvvəlcə bir xəncər vurub qatili yerə saldı. Bəziləri bu qatili xilas etməyə gəldilər. Lakin Həzrət onların hamısına hücum etdi. Qasim ibn Həsən əleyhissalamın bədəni ətrafında güclü döyüş baş verdi. Gəlib vuruşurdular, lakin Həzrət onları geri qovurdu. Meydanın toz torpağı ətrafı bürüdü. Rəvayətçi deyir ki, bir qədər sonra toz torpaq yatdı. Bu mənzərəni təsvir etmək insanın qəlbini çox yandırır. Deyir, mən baxıb Hüseyn ibn Əli əleyhissalamı orada gördüm. İmam Hüseyn əleyhissalam bu yeniyetmənin başı üstündə durub həsrətlə ona baxırdı. O yeniyetmə də ayaqları ilə yeri eşirdi. Yəni can verir və ayağını tərpədirdi. İmam Hüseyn əleyhissalam buyurdu ki, səni qətlə yetirənlər Allahın rəhmətindən uzaq olsunlar. Bu çox əzəmətli bir mənzərədir. İmam Hüseyn əleyhissalamın bu yeniyetməyə sevgisini, eyni zamanda onun fədakarlığını, bu yeniyetməni döyüş meydanına göndərməsini, həmçinin bu gəncin ruh böyüklüyünü və onunla belə rəftar edən insanların cəfasını göstərir.